Salam əziz gənc informatika müəllimləri birliyinin izləyiciləri, hər birinizi salamlayıram. Sizinlə mən Səadət Məhərrəmova. Bugün biz sizinlə sertifikasiya ümumi sınaq 5-in izahını verəcəyik. Burada olan suallar çətinliyi artırılmış suallar olsa da, düşünürəm ki, asanlıqla öhdəsindən gəlmisiniz. Hər birinizə bol-bol uğurlar arzu edirəm. İnşallah ki, bu imtahanın öhdəsindən də asanlıqla gəlib və hər kəs istədiyi nəticəni əldə edə bilər. Başlayaq birinci sualımızdan. Birinci sualımızda bizə deyilir ki, informasiyanın həcmi 10 megabaytdır və ötürülmə surəti də 2/23 bit bölünsün saniyədir. İki üsulla ötürülür. Burada iki üsulla ötürülməni bizə izahını verir. Birinci və ikinci üsul. Birinci ötürülmə üsulunda görürük ki, biraz ifadələr çoxdur. Burada deyir ki, arxivləşdirmə proqramından istifadə olunmaqla 30% sıxlaşdırılaraq ötürülür. Deməli, biz gəlirik burada. Birinci üsulla ötürülməni, həcm 10 megabaytdır. 10 megabayt ötürülmədə 30% sıxlaşdırmaq onun 70%-nin tapılmasıdır. Yəni 30% sıxlaşdırmaq yerdə qalacaq 70%. Bu olacaq 7 megabayt. Deməli biz Q bərabərdir 10 megabayt yox, 7 megabayt üzərindən davam edəcəyik. Deyir ki, sonra göndərilmiş fayl yenidən əvvəlki vəziyyətinə bərpa olunur. Bu proses zamanı əlavə olaraq sıxlaşdırma üçün 15 saniyə və bunu bərpa etmək üçün isə 2 saniyə zaman tələb olunur. Deməli, bizim bildiyimiz Q bərabərdir V vurulsun T düsturundan istifadə edərək T-ni tapırıq. T bərabərdir Q bölünsün V düsturu olacaq. Burada Q-nün həcmdir 7 megabayt. 7 megabaytımızı 2/23 bit yazacağım. Verilənlərin ötürülmə surəti də 2/23 bit bölünsün saniyədir. Aydın məsələdir ki, bunlar ixtisar gedəcək, qalacaq 7 saniyə. Amma biz T-ni sadəcə 7 saniyə kimi yaza bilmərik. Çünki burada bizə deyilir ki, sonra göndərilmiş fayl yenidən əvvəlki vəziyyətinə bərpa olunur. Yəni, bunun üçün də müəyyən zaman sərf olunur. Ona görə də 7 saniyənin üzərinə 15 saniyə gəlirik və bərpa olunma üçün də 2 saniyəni üzərinə gəlmiş olaraq. Burada bizim üçün 7 ilə 15-i cəmləsək olacaq deməli 22, onun da üzərinə 2 gələndə olacaq 24 saniyə. Deməli, birinci ötürülmə surətinin həcmini aldıq 24 saniyə. Bunu burada saxlayırıq. İkinci ötürülmə surətində isə heç nə əlavə edilmir. Yəni, fayl heç bir arxivləşdirmə proqramından istifadə edilmədən ötürülür. O zaman yenə də Q bərabərdir V vurulsun T düsturundan istifadə edərək T bərabər olacaq Q. Q burada 10 megabayta bərabərdir. Yəni 10 megabaytın 2/23-ə 23 bit bölünsün saniyəyə bölünməsini alacağıq. Burada 10 vurulsun megabaytın əvəzinə 2/23 bit yazırıq. Aşağıda isə olacaq 2/23 bit bölünsün saniyə. Burada aydın məsələdir ki, ixtisar gedəcək və qalacaq 10 saniyə. Deməli, birinci ötürülmə surətinə 24 aldıq, ikinciyə də 10 saniyə. Sualın davam etsək, deyir ki, birinci və ikinci üsullar arasında neçə saniyə fərq olduğunu. Birincisi 24-dür, ikincisi də 10-dur. Onlar arasında fərq olacaq 14 saniyə. Deməli, doğru cavabımız olacaq B variantı 14 saniyə. Ümid edirəm ki, sual sizin üçün aydın oldu. Davam edək ikinci sualımız ilə. İkinci sualımızda bu tipli sualı düzdür. Monitorda görüb çəkmək biraz çətin olur. Şəkili vərəq üzərində əksini tapıb asanlıqla yazmaq mümkündür. Bizə deyilir ki, A, B, C, D, E, F, G, H, I və J şəhərlərini birləşdirən yolların diaqramı göstərilir. Hər bir yolda siz yalnız ox ilə göstərilən istiqamətdə hərəkət edə bilərsiniz. A şəhərindən J
şəhərinə nə qədər, yəni neçə müxtəlif yol var. İndi burada bizim üçün heç bir şərt vermir. Yəni A-dan J-yə hansısa yollardan keçməklə, hansısa yollardan keçməməklə, yəni heç bir şərti təqdim etmir. Bu kimi suallarda çox asandır. Biz oxlarla hərəkət edirik. Baxın, A-dan C-yə bir ox daxil olur. Deməli, A-dan C-yə bir yol var. A-dan Y-yə bir ox daxil olur. A-dan Y-yə bir yol. A-dan F-ə bir ox daxil olur. A-dan B-yə bir ox. İndi siz baxırsınız ki, B-yə bir ox daxil olur. Deməli, B-dən çıxışlara bir ox yazmış olacağıq. G-yə bir dənə ox daxil olur. Ona görə də G-dən çıxışlara bir ox daxil edirik. Və biz burada H-a bir ox daxil olur. Ona görə də H-ın çıxışlarına bir yol yazırıq. F yolunu, F-dən çıxışları hesablamaq üçün biz hələ E-dən daxil olan yolu da bilməliyik. Ona görə hal-hazırda bunu yaza bilmirəm. C-dən daxil olan yol 1-dir. Ona görə də C-dən çıxışlara 1 yazırıq. İndi hal-hazırda Y-yə daxil olan yollar 2 dənədir. Burada 1, 1. Olacaq 2 dənə. Ona görə də Y-dən çıxan bütün oxlara biz 2-ni daxil edirik. F-ə daxil olan İndi biz F-dən çıxan yolu yazmaq istəsək, 2, üstəgəl 1 oldu 3, üstəgəl 1 4, üstəgəl 1 oldu 5, üstəgəl 1 oldu 6. Deməli, F-dən çıxan yolun sayı olacaq 6 dənə. D-yə daxil olan yollar 1 plus 2, 3 dənədir. Deməli, D-dən çıxan yola yazacağım 3. Onda hal-hazırda biz i-yə daxil olan yollara baxırıq. 2, üstəgəl 6, üstəgəl 3. Bu da bizə qaytaracaq 9. Ona görə də i-dən çıxan yola biz 9 yazırıq. J-yə daxil olan 3 yolu hesablasaq 3 plus 2 plus 9. Bu da bizim üçün qaytaracaq 14-ü. 3 ilə 2-nin cəmi 5 olacaq. 5-in üzərinə 9 olacaq 14. Ona görə də doğru cavabımız olacaq 14. Cavabları burada göstərməyimin səbəbi ondan ibarətdir ki, yəni həm də yoxlayaq görək ki, hansı sualın cavabını, hər hansı sualın cavabını yanlış qeyd etmişikmi? Üçüncü sualımıza baxaq. Üçüncü sual Təhsil İnstitutunun təqdim elədiyi suallara bənzər bir sual idi. Biz də sadəcə biraz fərqlisini yaratmağa çalışmışıq. Burada bizə A, konjunksiya, yəni konjunksiya deyəndə vurma nəzərdə tutulur. Daha sonra B-nin inkarı, bu işarə isə disjunksiya, yəni toplamanı nəzərdə tuta bilərsiniz. İndi gəldik burada. Bizə deyilir ki, burada ABC-nin girişlərini özü daxil edibdir. Deyir ki, birinci B-nin inkarıdır. Siz görürsünüz ki, burada B 1-dir. O zaman B-nin inkarı bura üçün olacaq 0. Deməli, birinci üçün biz aldıq 0-ı. Sonra ikinci, B-nin inkarı üstəgəl C-dən alınır. İndi baxırıq, B-nin inkarı disjunksiya C deyəndə, burada baxın, B dəyişəninin girişi 1-dir. Bu sətirdə girişi 1-dir. Onun inkarı olacaq 0. Üstə gəlinsin, C dəyişəninin burada, bu sətirdəki girişi 1-dir. 0 ilə 1-in disjunksiyası bizə qaytaracaq 1. Ona görə də ikinci üçün biz aldıq nəticə olaraq 1-i. İndi isə üçüncüyə baxırıq. Üçüncü isə birbaşa ifadəni istəyir bizdən. Deməli, bu ikinci idi. İndi də gəlin üçüncünü yazaq. Üçüncüdə birbaşa ifadəni istəyir. Yəni A, konjunksiya, B-nin inkarı, disjunksiya C-ni tapacağıq. İndi gəldim burada. Birinci A-nın bu sətirdəki girişi olacaq deməli 1. Sonra konjunksiya, B-nin inkarı. B-nin bu sətirdəki girişi 1-dir. İnkarı olacaq 0. Disjunksiya C. C-nin buradakı girişi də 0-dır. Biz 0 ilə 0-ı disjunksiya etsək, olacaq 0. Onu da 1 ilə konjunksiyası bizə qaytaracaq 0. Deməli, üçüncü ifadə üçün də cavabımız olacaq 0. Doğru cavabımız 0, 1 və 0 olmuş olacaq. Ümid edirəm ki, digər cavablarda bu təkrarlanmayıbdır. Digərlərində isə yoxdur. Davam edək növbəti 4-cü sualımız ilə. 4-cü sualımız alqoritmlərə aid olan bir sualdır. Təkrarlanmaların sayını soruşur. Burada təqdim olunan bu operatorlar cəm, kəsişmə hasil olsa da, təkrarlanmaların sayı eyni tapılır. 1-dən 4-ə qədər olan hissədə 4-dən 1 çıxıb üzərinə 1 gəlirik. Bura üçün təkrarlanma olacaq 4 dənə.
Digərində 5-dən 2 çıxıb üzərinə 1 gəlirik. Bu hissə üçün təkrarlanmamız olacaq yenə də 4 dənə. Digərində isə 3-dən 1 çıxıb üzərinə 1 gəlirik. Burada isə olacaq 3 dənə. Ümumi təkrarlanmaların hasilini tapırıq. 4 vurulsun 4 vurulsun 3. Bu da olacaq 48. Deməli, təkrarlanmalarımızın sayı olacaq 48. Bu tipli suallarda hər zaman belədir. Yuxarıdakından aşağıdakını çıxıb üzərinə 1 gələrək hər dövr üçün təkrarlanmaların sayını tapa bilərik. Daha sonra isə onların biri-birinə hasili ümumi təkrarlanmaları vermiş olacaq. Bu iç-içə dövrlərə aid olan sual nümunəsidir. Keçid alaq növbəti sualımıza. 5-ci sualımızda bizə deyilir ki, FA və FGA funksiyalarının hesablanması aşağıdakı münasibətlə verilmişdir. A natural bir ədəddir. Burada bizdən F8-i istəyir. F8-i istəyirsə, biz A-nın əvəzinə 8 yazaraq daxil oluruq. Burada gəlirik, baxın, birinci şərtimizi yoxlayırıq. 8 kiçikdir, bərabərdir 6-dan. Buradakı şərtimiz doğru deyil. Çünki 8 6-dan kiçik və yaxud da bərabər deyil. Keçirik növbəti şərtimizə. 8 böyükdür 6-dan şərti doğrudur deyənə biz bu şərtin qarşısındakı ifadəni yerinə yetiririk. Onda olacaq orada 8-dən 1 çıxırıq 7, üstə gəlinsin G, A minus 3. A-nın qiyməti 8-dir. 8-dən 3 çıxanda isə bizə 5 qaytaracaq. Biz burada rekursiya aldıq. Yenidən F7 funksiyasını hesaplamalıyıq. F7 funksiyasını hesaplayan zaman bu dəfə artıq burada A-nın əvəzində olacaq deməli 7. Ona görə də biz gəldik burada yazırıq ki, 7 kiçikdir, bərabərdir 6-dan. Yenə də şərt doğru olmayacaq. 7 böyükdür 6-dan şərti doğru olduğuna görə ikinci sətri icra edirik. F6 üstə gəlinsin. Alırıq burada. Baxın F6 oldu. A-nın əvəzində 7 olduğuna görə 7-dən də 4 çıxanda, 7-dən də 3 çıxanda olacaq G4. Artıq biz yenə də rekursiya aldığımıza görə bu dəfə biz yenidən F6 funksiyasını işləməliyik. F6 funksiyasını hesablamaq üçün yenə də müraciət edirik F funksiyasına. 6 kiçikdir, bərabərdir, 6 şərti doğrudur deyənə artıq biz ikinci sətrə müraciət etmirik. Bu zaman isə olacaq G6 vurma işarəsi 2. İndi biz burada rekursiyaya baxarkən birinci G6 funksiyasını hesablamalıyıq. G6 funksiyasını hesablamaq üçün isə yuxarıya müraciət edirik. Hal-hazırda buradan yenə də G6 funksiyasını hesablamaq üçün müraciət edirəm. G6 olduqda burada 6 kiçikdir, bərabərdir 4-dən şərti yox olduğuna görə 6 böyükdür 4-dən şərtini yoxlayırıq. Şərtimiz doğru olduğuna görə ikinci sətirdə olacaq A çıxılsın 2. Yəni G4 üstə gəlinsin 2. Biz deməli indi davam edib, baxın burada həm G4-ü də hesablamalıyıq, G5-i də. Gəlin ardıcıllıq pozulmasın deyənə G5-i hesablayaq. G5-i hesabladığımız zaman, o zaman funksiyada A dəyişəninin əvəzinə 5 olacaq. Biz gəlirik burada 5 kiçikdir, bərabərdir 4-dən şərti doğru deyil deyənə 5 böyükdür 4-dən şərti hə olduğuna görə bu sətri icra edirik. Burada olacaq ki, 5-dən 2 çıxanda G3 üstə gəlinsin 2. İndi isə biz ardıcıllığımız pozulmasın deyənə G4 funksiyasını hesablayırıq. Və aydın məsələdir ki, G4 funksiyasına müraciət etdikdə artıq burada olacaq 4 kiçikdir, bərabərdir 4-dən şərti. Burada şərtimiz doğrudur və rekursiya itmiş olacaq. Deməli, gəldim burada G4 funksiyasında aldığım mən qiymət olaraq, baxın, bizə 3-ü qaytarır. Ona görə G4-də cavab olacaq 3. Amma biz yuxarı addımlara diqqət etsək, bizə G3-də də aldığımız bir qiymət lazımdır. Ona görə də G3 qiymətində də müraciət etdikdə A dəyişəninin qiyməti 3 olacaq. 3 kiçikdir, bərabərdir 4 şərti doğru olacaq və funksiya bizə 3-ü qaytaracaq. İndi qalxırıq yuxarı. Burada
G3 funksiyası bizə G5 funksiyasını tapmaq üçün G3 üstə gəlinsin 2 yazılıbdır. G3-ün qiyməti 3-dür. 3 plus 2 bizə qaytaracaq 5. Yəni bu o deməkdir ki, G5 funksiyası 5 alacaq. G6 funksiyasını hesablamaq üçün G4 vurulsun 3, G4 üstəgəl 2 olacaq. Burada da yenə də 3 üstəgəl 2 yazırıq və olacaq 5-ə. İndi qalxırıq yuxarıdakı addıma. F6 funksiyasını hesablamaq üçün G6-da aldığımız 5-i vurduq 2-yə. Olacaq deməli 10. Artıq harada bizə G6, F6 lazımdırsa, onun əvəzinə 10 yazacağam. G4 lazım olan yerdə isə 3 yazdıq. Oldu 13. Bununla biz F7-yə 13 aldıq. F8-i tapmaq üçün 13 üstə gəlinsin. G5-dəki qiymət də 5 olacaq. Deməli bizim F8-də aldığımız qiyməti istəyir. O da 18-ə bərabərdir. Doğru cavab variantımız olacaq D variantı. Rekursiv funksiyalara aiddir və biri-birinin içində olan alqoritmlərə aid olan sual nümunəsini öz daxilində saxlamış olacaq. Gəldik 6-cı sualımıza. 6-cı sualımızda Venn diaqramlarıdır. Sadəcə burada diqqətli olmaq lazımdır. Nədə? Baxın, bizim C, burada görürük. C var, M var və Q var. Deməli, 3 dənə çoxluğumuz var. 3 dənə Venn diaqramı çəkməliyik. Amma maraqlıdır, bu Venn diaqramlarını biz bu vəziyyətdə çəkməliyik, yoxsa biri-birinin içində çəkməliyik. Buna qərar vermək üçün biz öz tapşırığımıza geri qayıdırıq. Öz tapşırığımızda əgər iki çoxluq arasındakı kəsişmədə hər hansısa bir sıfırlar varsa, yəni məsələn C ilə Q çoxluğunun kəsişməsi sıfırdır. Deməli onda biz birinci nümunə çəkəcəyik. Amma əgər bizə ifadədə C and Q, daha sonra and M dəyişəni vermiş olsaydı, yəni burada bir qiymət təqdim etmiş olsaydı, onda biz ikinci nümunə çəkmiş olardıq. Hal-hazırda bizdə iki dənə diaqram arasında kəsişmə sıfıra bərabər olduğuna görə, bu o deməkdir ki, C Venn diaqramı ilə Q diaqramı biri-biri ilə kəsişmir və biz ona görə də elə diaqramlar çəkməliyik ki, onlar biri-biri ilə kəsişməsinlər. Ona görə də diaqramlarımızı yanaşı şəkildə çəkirik və bunu həll etməyə başlayırıq. İndi buradan proses necə davam edəcək? Diqqətli olaq. Baxın, buna biz hansı çoxluqlar kəsişmirsə, birini buna yazırıq, birini də buna yazırıq ki, yəni C ilə Q arasında kəsişmə yoxdur. Deməli, ortadakı da olacaq M. İndi biz C ilə M-in arasındakı kəsişmə, yəni iki çoxluğun kəsişməsi 20. Bax, bu hissəni 20 adlandırdıq. M ilə Q-nun arasındakı kəsişməni də 10 adlandırdıq. Çünki tapşırıqda elə verib. C çoxluğunun ümumi dəyəri olacaq 250, M-də olacaq 200, Q diaqramında da biz 500 olduğunu görə bilərik. Hal-hazırda aydın məsələdir ki, biz C ümumilikdə 250-dir. 250-dən 20 çıxaraq, bu hissədə 250-dən 20 çıxaraq biz alırıq 230. Deməli, bu hissəmiz olacaq 230. Növbəti M bizim üçün 200-dür. 200-dən ilk öncə çıxıram 10-u, daha sonra da 20-ni. Yəni 200-dən çıxırıq 20 ilə 10-un cəmi 30-u, o da bizə qaytaracaq 170. Deməli, bu ağ sahə 170-dir. Q diaqramı 500-dür. 500-dən çıxacağıq onu. Bu da bizə qaytaracaq 490-ı. Deməli, bu hissədə olacaq 490. İndi isə biz oru tapmaq üçün bütün burada çıxılı-çıxılı hissələrin cəmləmiş olarıq. Bu da bizə qaytaracaq 230 plus 20 plus 170 plus 10 plus 490 olmuş olacaq. İndi biz burada artıq yəni kiçik-kiçik hissələrin cəmi, hansı ki 230-un üzərinə 20, onun da üzərinə gəldik 170, üzərinə 10, üzərinə 490 gəldikdə bizə qaytaracaq 920. Yəni bu cəm bizə C or N or Q-nü qaytarmış olacaq. Doğru cavabımız həqiqətən də D variantı olmuş olacaq. Davam edək növbəti suallarımız ilə. Gəldik deməli buradan hal-hazırda 7-ci sualımıza. 7-ci sualımız for dövr operatoruna aid olan bir sual nümunəsidir.
Sadəcə burada biz addımları davamlı k bərabərdir. Yəni aydın məsələdir ki, burada sıfırdan gəlib 10 da daxil olmaqla qiymət alacaq. Sıfırdan 10 da daxil olmaqla qiymətlər alanda 11 dəfə dövr olunur. Bax, 11 dəfə dövr olunacaq. Bunu qısa şəkildə və daha rahat yaza bilərik. Deməli, bax, S-in ilkin qiyməti 100-dür. Ondan çıxacağıq 5-i 11 dəfə. Sanki 100-dən dövrə 11 dəfə müraciət etdiyimizə görə 11 dəfə 5 çıxılacaq. Bunun da cavabı olacaq 45. Ona görə də doğru cavabımız olacaq B variantı. Yəni biz burada addım-addım, yəni 11 dənə addımın hər birində 5 çıxmağı yazmaqdansa bu vəziyyətdə yazmaq daha məqsədə uyğundur. Doğru cavabımız olacaq, bəli, 45. Davam edək növbəti sualımız ilə. 8-ci sualımızda onluq say sistemində verilmiş bu ədəd beşlik say sistemində. Deməli, biz ikilik say sistemində daha çox dönə-dönə deyirik bu ifadəni. 2 üstü n ədədini onluq say sistemindən ikilik say sisteminə çevirdikdə 2 üstü n-in əvəzinə 1 yazırıq. Yanında da n qədər 0 yazırıq, olur ikilik say sistemində. Bu təkcə ikilik say sistemi üçün yox, bütün say sistemləri üçün belədir. Əgər 5 üstündə n ədədini 5-lik say sistemindən 10-luq say sisteminə çevirsəm, bir yanında n qədər 0 olacaq 5-lik say sistemində. Eyni zamanda bu 6-lıq, 7-lik, 8-lik, 9-luq, yəni bütün say sistemləri üçün keçərli anlayış olmuş olacaq. Hal-hazırda gəlin bu sualımıza baxaq. Burada bizim üçün qüvvətlərimizi yazırıq. 5 üstündə 14, üstə gəlinsin. 25-i 5-in kvadratı yazırıq. Onu da üstündə 3 yazanda olacaq 5 üstü 6, çıxılsın 117. Burada 117 onluqdadır. Yaxşı olar ki, bunu da 5-lik say sistemində göstərək. Ədədi onluq say sistemindən 5-lik say sisteminə çevirəndə 5-ə bölə-bölə çeviririk deyə bilərik. Burada yerləşəcək 23 dəfə, yəni 115 olacaq, qalacaq 2. Yenidən 5-ə böləndə 4 dəfə düşəcək, burada da olacaq deməli, hansı ki 3. Cavabımız buradan alacağıq 5-lik say sistemində, yəni bunun 5-lik qarşılığı olacaq 432 5-lik say sistemində. Deməli, biz indi bu ifadəmizi alandan sonra indi davam edək ardıcıl ifadələrimizlə. Baxın, 5 üstü 14-dür. 1 yanında yazılacaq deməli 14 dənə 0 olacaq. Bax, yanında yazılacaq 14 dənə 0 5-lik say sistemində. Bax, burada sıfırların sayı olacaq 14 dənə. Sonra onun üzərinə gəlirik. 1 yanında 6 dənə 0 olacaq 5-lik say sistemində. Birinci cəmləməni həyata keçirdək. Baxın, burada bu 6 dənə 0 olacaq. 6 dənə 0. Çünki 5 üstündə n-dir, olacaq 6 dənə 0. Bu 6 dənə 0 özü düşəcək aşağıya. Yəni 6 dənə 0 0-la cəmlənib düşəcək. Buradakı 0-la 1 cəmlənəndə olacaq 1. İndi bura diqqət eləyin. Bax, burada 14 dənə 0 var idi, düzdürmü? Onun 6 dənəsi düşdü aşağı. Bax, belə bir qeyddə götürə bilərsiniz. 6 dənəsi düşdü aşağı, yəni 6 dənəsi cəmləndi, düşdü aşağı. İndi bu, o 14 dənə sıfırın bircə dənəsi də 0 plus 1 oldu, oldu 1. Deməli, ona görə də burada artıq qaldı, bu tərəfdə artıq qaldı 7 dənə 0. Bax, burada 7 dənə 0 və 1 oldu. Bizim ifadəmiz 5-lik say sistemində bu vəziyyətdə oldu. Bundan isə çıxmalıyıq biz 4, 3, 2-ni. Bax, burada çıxıram 4, 3, 2-ni 5-lik say sistemində. Bizə deyilir ki, neçə dənə 4 rəqəmi alınar? İndi diqqətli olaq. Baxın, burada 3 dənə 0 çıxırıq. Burada 5-dən, 0-dan 2 çıxmaq olmur. 5 vahid, yəni bir dənə 5-lik say sistemi verdik, oldu 5. 5-dən çıxdım 2-ni, mənə qaytardı 3. Sonra burada qaldı 4. Yəni 5 idi, bir mərtəbə verdi, oldu 4. 4-dən çıxdım 3-ü, oldu 1. Burada 4 qaldı. 4-dən 4 çıxdım, oldu 0. İndi siz diqqətli olun. Bax, burada 6 dənə 0 var idi.
Onun 3 dənəsi 0, 1, 3 oldu. Deməli yerdə qaldı 3 dənəsi. Həmin o 3 dənələr 4 olmuş olur. Çünki 1-dən vermişdik axı 5-lik mərtəbə. Oldu 4. Bu birimiz isə olacaq 0 və burada da 7 dənə bu 1 0 oldu və bu tərəfdə də 7 dənə sıfırımız ardıcıl şəkildə yazılmış olacaq. Bizdən dördlərin sayını soruşduğuna görə burada cavabımız olacaq 3 dənə. Əgər bizdən sıfırların sayını soruşsaydı 7 plus buradakı 1 plus buradakı 1 olardı. Yəni 9 dənə sıfır almış alardıq. Birlərin sayını sorursaydı 2 dənə, 3-ün sayını sorursaydı 1 dənə olmuş olardı. Davam et. Deməli, doğru cavabımız olacaq 3. Davam edək növbəti sualımız ilə. 9-cu sualımızda Python proqramlaşdırma dilinə aid olan bir ifadədir. Burada ilk öncə yaxşı olar ki, misalı bölək. Bax, bu if özü təkdir, sərbəstdir, yəni mütləq icra olunacaq. Gəlin proqramımızı bölək. Bax, bu if özünü hər dəfə təkdir, sərbəstdir, özünü hər dəfə yerinə yetiriləcək. Yəni, şərt ödənəndə yerinə yetirilir. Amma bu if else ikisi birlikdədir. Yəni, əgər if şərti ödənirsə, else icra olunmayacaq. If ödənmirsə, else yerinə yetirilmiş olacaq. İndi davam edək. Hal-hazırda misal fraqmentimizdə bizə təqdim edib də. Bizə deyilir ki, x replace 7-ni boşluqla. Deməli, bu sətirdə biz x-in əvəzinə yazırıq. 7-ləri boşluq ilə əvəz edəcək. Onda olacaq 5, 1. Bax, bu 7-ni heç nəsiz, yəni heç bir simvol ilə əvəz etmə. Sanki 7-ni elə bir ki, ləğv eləmək kimidir də. 6, ondan sonra 4 və 3. Yəni, replace əvəz etməkdir. Harada 7 görür, 7-nin əvəzinə, yəni heç nə yazmayacaq. Oldu bu vəziyyətdə. Sonra burada bizə deyilir, if len x. Yəni, len x burada olan simvolların sayıdır. 1, 2, 3, 4, 5, 6 dənə. 6 böyükdür 5-dən şərti hə olduğuna görə biz o zaman gəlirik, bu bizim üçün siyahını tərsinə kəsir, həmin o sətir tipini tərsinə çevirmək deməkdir. Tərsinə çevirəcək. Onda olacaq 3, 4, sonra 6, 2, 1 və 5. Bax, bu vəziyyətdə gördük. Sonra bizə deyilir ki, artıq bu birinci if ilə biz bitirdik. Sonra deyir ki, burada əgər len x kiçikdirsə 5-dən, len x 6-dır, 6 kiçikdir, bərabərdir, 5 şərti ödənmir deyənə, biz else qoluna keçirik. Burada bizə deyilir ki, 0-cı indeksdə oturan element. Bizim burada 0-cı indeksdə oturan elementimiz bir dənə 3-dür. Yəni, əslində, bax, bu ifadənin açılışı belədir. X, replace, bilirsiniz ki, replace əvəz etməkdir. Nəyi? Bu 0-cı indeksimizdir. Yəni, 3-ü əvəz elə birinci indeksimizlə. Birinci indeksimiz də 4-dür. Yəni, bu sətirdə, x sətrində verilmiş bütün 3-ləri 4 ilə əvəz elə deməkdir. O da burada bir dənə 3 olduğuna görə həmin 3-ü 4 ilə əvəz edir, digərləri isə olduğu kimi yazılmış olacaq. Bizim ifadəmiz 44, 62, 15 olur. Print x dırnaqları yediyinə görə dırnaqsız bu ifadəmiz nəticə olaraq ekrana çap olunacaq. Doğru cavabımız olacaq Y variantı. Davam edək növbəti 10-cu sualımız ilə. 10-cu sualımızda bizə deyilir ki, Python proqramlaşdırma dilində klaviaturadan bir boşluq olmaq şərti ilə 1, 2, 3 daxil edilərsə, ekranda hansı dəyərlər əks olunacaq? Bəlkə də burada dəqiq yazmamışıq, yəni ədədlərin arasında bir boşluq olmaq şərti ilə, yəni 1-dən sonra bir boşluq 2, 2-dən sonra bir dənə boşluq 3, yəni belə nəzərdə tutulur. Yəni burada da onu belə əks etdirməyə çalışmışıq. Onda burada bizə gəlirik, baxın, split. Split boşluqdan sətri siyahıya çevirəcək. Onda x bizim üçün bərabər olacaq belə, yəni 2 və 3 olacaq. Yəni, harada boşluq görür, oradan sətri siyahıya çevirir. Deyir ki, x1 bərabər olacaq 0-cı indeksin integer tipinə, yəni 1-ə. x2 bərabər olacaq birinci indeksin integer tipinə, yəni 2-yə. x3 isə bərabər olacaq ikinci indeksin integer tipinə, yəni 3-ə. Yenə də if, else aldıq. If şərti doğrudursa,
icra olunacaq. Yalandırsa da bu ifin elsesi yoxdur. Amma ikinci ifin şərti doğrudursa icra olunacaq. Doğru deyilsə, yəni else qolu mövcuddur və elsəyə keçid alacaq. Onda burada x1 plus x3 biz gəlirik burada. X1-in qiyməti 1-dir, x3-ün qiyməti də 3-dür. 1 plus 3-ün vururuq 2-yə. Bu da deyir böyükdürmü x2 üstündə 2-nin, x2-nin ikinci dərəcədən qüvvətinə. 1-in üstünə 3 gələndə 4 olur. 4 vurulsun 2, 8. 8 böyükdürmü 4-dən şərti hə olacaq. 8 4-dən böyükdür. Ona görə də x1 dəyişəni öz qiymətini dəyişir. Olur x1 plus x3-ə. 1-in üzərinə 3 gələndə burada olacaq 4. Ona görə də artıq x1 öz qiymətini dəyişdi, oldu 4. Növbəti addımda bizə x1 lazım olarsa, biz onu 4 olaraq istifadə etmiş olacağıq. İndi davam edək növbəti ifimiz ilə. x1 böyükdürmü? x1-in qiyməti 4-dür. Böyükdürmü x2 üstündə 3-dən? 2 üstündə 3-ümüz 8 olur. Buradan şərt doğru deyil deyənə biz else qolu ilə davam edirik. x3 bərabərdir x3 plus x2-yə. 2 üstəgəl 3. Bu da bizə qaytaracaq 5-ə. 5 olacaq. Yəni x3 də dəyişib oldu 5. Burada qiymətini dəyişməyən oldu x2, o da 2-dir. Çapda bizdən x1, x2, x3-ü istəyir. Burada da olacaq 4, 2 və 5. Deməli, doğru cavabımız həqiqətən də Y variantı olmuş olacaq. Davam edək növbəti sualımız ilə. 11-ci sualımız bizim nəzəri bir sualdır və 7-ci sinif informatika kitabında təqdim olunan sətirləri öz daxilində saxlamış olacaq. Bizdən doğruları soruşur. Lazerli printerlərin sürəti dəqiqədə çap etdikləri səhifələrin sayı ilə ölçülür. Doğrudur. Matrisli printerlərin sürəti dəqiqədə çap etdikləri səhifələrin sayı ilə ölçülür. Yanlışdır. Matrisli printerlərin sürəti 1 saniyədə çap olunan simvolların sayı ilə ölçülür. Doğrudur. Lazerli printerlərin sürəti 1 saniyədə çap olunan simvolların sayı ilə ölçülür. Yanlışdır. Ekran üfüqü və şaqili istiqamətdə nöqtələrin sayı ekranın çözümlülüyü adlanır. Doğrudur. Ekranın ölçüsü, onun eni və hündürlüyü başa düşülür, yanlışdır. 1, 3, 5 doğru olmuş olacaq, digərlərimiz də yanlışdır. Bu olacaq bizim 11-ci sualımız. Davam edək 12-ci sualımız. 12-ci sualımızda bizdən deyir ki, icra olunarsa ekrana hansı dəyər çap olunar və A dəyişəninin qiymətini istəyir. Burada if, elif var. Biz bilirik ki, əgər if şərti doğrudursa, biz elifə daha müraciət eləmirik. Əgər if şərti yoxdursa, o zaman elifə müraciət edirik. Hədirsə, onu icra edirik. Amma if də yoxdursa, elif də yoxdursa, onda heç birinin altı yerinə yetirilmir. Amma burada bizə təqdim olunan, yəni A bərabərdir A plus 1, ya ifin şərtindən asılı deyil, ya da elifin şərtindən asılı deyil. Onlar sərbəstdirlər. A bərabərdir A plus 1 sərbəstdir və hər dəfə icra olunur. Deməli, burada dövrə müraciətlərin sayı qədər A-nın üzərinə 1 gələcək. İndi bizim buradakı qiymətlərimiz mənfi 3-dən başlayaraq, yəni mənfi 2, sonra olacaq mənfi 1, daha sonra 0 və ta ki gələcək 14 də daxil olmaqla. O zaman aydın məsələdir ki, burada bizim üçün, yəni mənfi 3-dən 14 də daxil olmaqla daxil olan dövrə müraciətlərimizin sayını tapmaq istəsək, 14 çıxılsın mənfi 3, üstünə gəlirik 1-i. Bu da bizə qaytaracaq 18. Deməli, bu dövr 18 dəfə işləyəcək. İndi 18 dəfə, yəni A-nın qiymətinin üzərinə 1 gəlinəcək. Əgər A-nın ilkin qiyməti 0-dırsa, 18 vurulsun 1 olacaq 18. Mən bunu əvvəlcədən işlətdim. Deməli, A bərabərdir 18-i almış olduq hələ ki. İndi keçirik birinci və ikinci şərtlərimiz nə zaman icra olunarsa. Bizə deyilir ki, 5 minus y böyükdür 0 olsun. Yəni, 5 minus y-in böyük olduğu 0 qiymətlərində A-nın qiyməti 2 vahid artacaq. Və buradakı y-in qiymətlərində elif istifadə olunmayacaq. Çünki y-in doğru qiymətlərində, yəni ifin şərti ödənən
If-də y-in şərti ödənən qiymətlərində elif yerinə yetirilmir. Onda bizim üçün baxa bilərik ki, burada hansı qiymətlərdə ödənəcək? Təbii ki, -3-də, -2-də, -1-də, hansı ki 0-da, 1-də, 2-də, 3-də və 4-də. Yəni bu qiymətlərin hər birində y-in yerinə yazanda bu qiymətləri 0-dan böyük olacaq. Burada olan qiymətlərimizin sayı 8 dənədir. Deməli, bu 18 qiymətin 8 dənəsində A-nın qiyməti 2 vahid artacaq. Biz A-ya 18 almışdıq. Plus deməli 2 vurulsun 8. Ona görə ki 8 dənə qiymətdə A-nın qiyməti 2 vahid artacaq. 8 vurulsun 2 oldu 16. 16 ilə də 18-i cəmlədik. Bizə qaytaracaq deməli 34-ü. İndi buradan 34 aldıq, amma yenə də davam edirik. Yəni 18-i unutduq, aldıq 34. İndi baxaq görək elifdə hansı qiymət ödəniləcək. Elifdə isə deyilir ki, y-6 kiçikdir 0-dan. Y-6-nın kiçikdir 0, yəni 5-dən 14 də daxil olmaqla hansı qiymətində ola bilər? Bu sadəcə 5 qiymətində ola bilər. Qalan heç bir qiymətdə y-6 kiçikdir 0 şərti ödənməyəcək. Ona görə də 34-ün üzərinə bir dənə də 3 gəlirik. Olacaq 37. Deməli, burada, yəni bir qiymətdə, baxın, bu 18 dənə qiymətdən bir dənəsində 3 vahid artacaq. 8 dənəsində 2 vahid artacaq. 18 dənəsində də 1 vahid artmış olacaq. Bunu da cəmləyəndə olacaq ümumilikdə 37 dənə qiymətdə bu şərti ödəmiş olacaq. Ümid edirəm ki, bu da yenə də sizin üçün aydın ifadə olmuş oldu. Növbəti 13-cü sualımız. 13-cü sualımız bizim sadə suallarımızdan biridir. Burada sil ilkin vəziyyət, yəni bağanın əvvəlki iş sahəsində çəkdiyi bütün komandaları silir və ilkin vəziyyətə gətirir. Bilirsiniz ki, ilk dəfə Aplogoya daxil olanda, yəni bağa ağzı yuxarı dayanır. Burada bizə deyilir ki, sağa 90 dərəcə dön. Yəni, bağanın sağa 90 dərəcə dönməsi bu vəziyyətdədir. Yəni, özümüzün sağ və solumuzu təyin edirik, sağa 90 dərəcə dönür. Ondan sonra yazının ölçüsü 10 olaraq, 10 olan başlayır ifadələrimizi daxil etməyə. Çünki artıq bağa burada hər dəfə, yəni bir komandanı yazandan sonra irəli 20 getmiş olur. Yəni, daha burada bir də bağa sağa dönsün, sola dönsün, irəliyə dönsün, geriyə dönsün. Deməli, yəni yazdığı qiymətlər düz istiqamətdə olacaq. Onda da burada bizim 10 dəfə bu prosesi təkrarlayacaq. Yəni 3, 4, 5. İndi biz də bunu 10 dəfə təkrarlamalıyıqmı? Xeyr. Yəni addımları belə deyək də əvvəlcədən təyin etmək lazımdır ki, necə ifadə olunur? C bərabərdir A vurulsun B-dir. 1-i 1-ə vuranda olur 1. Deyir ki, yaz C. Deməli, 1-i yazacaq. Ondan sonra B dəyişəni 1 vahid artır 2 olur. A dəyişəni də 1 vahid artır olur 2. Düzdürmü? Ondan sonra bağa bu 1-i yazandan sonra irəli 20 gedir. Yəni, bax, 1-i yazır, irəli 20 gedir. Və ikinci, artıq burada təzdən yenə A vurulsun B olur. 2-ni 2-yə vurduq 4. 4-ü yazır. 4-ü yazandan sonra B-nin qiyməti 1 vahid artır olur 3. A-nın qiyməti 1 vahid artır olur 3, olur 9. Deməli, yenə 20 gedib 9-u yazacaq. Deməli, hər dəfə 1 vahid artırsa 4 vurulsun 4, 16, 5 vurulsun 5, 25 və doğru cavabımız C variantı olmuş olacaq. Həqiqətən də sadə suallarımızdan biri idi. Doğru cavabımız bəli olacaq deməli C variantı. 14-cü sualımız ilə davam edək. 14-cü sualımızda informasiyanın həcmi. Birinci bizdən informasiyanın həcmini təqdim edir. Yəni, birinci həcm olacaq V1, hansı ki 15 kilobayt, sonra V2 olacaq deməli 32 kilobayt, V3 də olacaq deməli 50 kilobayt. İndi burada bizə deyilir ki, fayllar diskdə yerləşdirilməsi üçün lazım ola biləcək maksimum və minimum klaster sayının cəmini tapın.
Ve burada klasterin sayını vermir. Deyir ki, klasterin sayı burada şərti ödəyən x ədədidir. Və deyir ki, x ədədi cüt ədəddir. Onda burada şərti ödəyən ədədlər 4-dən başlayaraq ta ki 24 də daxil olmaqla davam edir. Bizə də deyilir ki, minimum və maksimum klaster sayı. Deməli, burada minimum klaster olacaq 4 kilobayt, yəni minimum klasterə 4 kilobayt deyəcəyik, maksimum klasterə də 24 kilobayt demiş olarıq. Onda biz burada 15 kilobaytlıq faylın 4 kilobaytlıq klasterdə yer tapmasını necə tapırdıq? 15 kilobaytı 4 kilobaytımıza bölürdük. 15-i 4-ə böləndə 3 tam neçəsə düşür. Amma klaster sayı sayıla bilən ədəd olmalıdır. Ona görə burada 4 klaster yazırıq. Sonra 32-ni 4-ə böləndə 8 tam ədəddir. Elə 8-i olduğu kimi yazırıq. Amma 50 kilobaytımızı 4 kilobaytımıza böləndə, 50-ni 4-ə böləndə düşür 12,5. Klaster sayı tam ədəd olmalıdır deyənə yazdıq 13. İndi gedirik. Bu fayllarımızı 24 kilobaytlı klasterə yerləşdiririk. 15 kilobaytı 24-ə böləndə 0 tam neçəsə yerləşir. Klaster sayı sayıla bilən ədəd olmalıdır deyənə bir dənə yazırıq. 32 kilobaytı 24-ə böləndə 1 tam neçəsə düşür. Klaster sayı sayıla bilən ədəd olmalıdır. 2 yazdıq. Sonra 13 kilobayt, daha doğrusu 50 kilobaytlıq faylımızı da 24 kilobaytlıq klasterə yerləşdirəndə 50 kilobaytımızı bölürük 24 kilobayta. 2 tam düşəcək bizim üçün %8. Klaster sayı sayıla bilən ədəd olmalıdır deyənə 3 yazdıq. Artıq buradakı ədədlər klasterlərin sayını göstərdi. Deməli 4 üstünə gəldik 8 olacaq 12, onun da üzərinə 13. Burada verdi bizə 25 klaster, burada isə olacaq 6. Minimum, maksimum klaster sayı olacaq 31. Doğru cavab variantımız olacaq C variantı. Bu da 14-cü sual nümunəmizdir. Davam edək 15-ci sualımız ilə. 15-ci sualımız sadə suallarımızdan biri idi. Font tagi mətnin rəngini, tipini, ölçüsünü dəyişdirmək üçün istifadə olunur. Əgər font taginin daxilində font size yazırıqsa, ölçüsü, font color yazırıqsa, onun rəngi, font face yazırıqsa, onun yazı şriftinin tipini seçmiş olacaq. 2-də deyir ki, font face tagi yazının rəngini təyin edir. Bu yanlışdır. Font size yazının ölçüsünü təyin edir. Doğrudur. Size parametri, bəli, yazının ölçüsündəki size 7 olur, amma başlıqlardakı H1, H2, H3, H4, H5, H6 başlığı var, amma size 7-dir. HTML dilində sənət yalnız deyir ki, siyahıların yalnız bir tipi var, amma siyahıların 3 dənə tipi var idi. Nizamlı, nizamlanmamış və olacaq izahlı siyahılar. Deməli 1, 3, 4 doğru olmuş olacaq. Qapalı yol nə adlanır? Qraflara aid olan sualdır. Qapalı yol dövrə olmuş olacaq. Bu da bizim 16-cı sual nümunəmiz. Davam edək 17-ci sualımız ilə. Deyilir ki, 17-ci sualımızda avtomat giriş olaraq 3 rəqəmli ədədi qəbul edir. Bu ədədə əsasən aşağıdakı qaydalara uyğun olaraq yeni bir ədəd qurulur. Deməlidir ki, verilmiş 3 rəqəmli ədədin böyük rəqəmlərinin cəmi hesablanır, orta rəqəmlərinin cəmi hesablanır, kiçik rəqəmlərinin cəmi hesablanır. Burada elə bil ki, qaydamız necədir? Yəni, baxın, prosesi siz necə görə bilərsiniz? Bizən 8 ilə birincini topluyor. 8 ilə 1-i cəmləyir 9, sonra 3 ilə 9-u cəmləyir 12, sonra isə 5 ilə 6-nı cəmləyir, alır 11. Yəni elə bil ki, birinci ilə birincini, ikinci ilə ikincini, üçüncü ilə də üçüncünü cəmləyəcək. Onda bizə deyilir ki, alınır belə, sonra da deyir ki, alınmış ədədləri artma ardıcıllığı ilə, yəni azdan çoxa doğru, A-dan Z-ə doğru düzür. Bizə deyilir ki, burada, yəni hansı ki, yəni 9, 11, 12 ardıcıllığı ilə düzdür. Deyir ki, burada bizə də sualın şərtini bizə verir ki, deyir ki, suala əgər deyir verilmiş ədədlərdən biri 365-dirsə, bizə verilmiş ədədlərdən biri 365-dir, ikinci ədədi bilmirik nədirsə,
və onların, yəni 3 ilə 3 plus x, sonra 6 plus y, 5 plus z. Bunların deyir cəmindən, yəni ədədlərin düzülüşü belə olubdur. 5, 10 və 14 olubdur. İndi biz burada deyə bilmərik ki, yəni biz bilmirik axı ki, burada 5, 10, yəni bu artma ardıcıllığı ilə düzülüb də. Bizə də biz onda deyə bilmərik ki, mütləq bu x 2 olacaq, y mütləq 4 olacaq, z də mütləq 9 olacaq. Çünki biz bilmirik axı o ikinci buradakı ədəddə rəqəmlər necə düzülübdür. Və biz bu rəqəmləri, yəni burada x, y, z üçün müxtəlif rəqəmlər ala bilərik. Əsas odur ki, aldığımız cavabı cavab variantlarının içində yəni görə bilək. Müxtəlif ədədlər almaq olar. Necə? Baxın, məsələn, ən sadə. Biz əgər 3 plus x bərabərdir yazsaq ki, bu birinci 5-dir, onda buradan deyirik ki, x 2 olacaq. 6 plus y bərabərdir 10 desək, onda deyirik ki, y mütləq 4 olacaq. Biz yazsaq ki, 5 plus z bərabərdir, deməli 14, onda z də buradan deyəcəyik ki, 9 olacaq. Amma biz görürük ki, cavabda 942 yoxdur. İndi olsa nə yaxşı? 942-ni götürəcəyik, əla. Əgər 942 cavabda olsaydı, onda bu sual çox basit bir sual olardı. Deməli, biz digər prosesləri yoxlamalıyıq. Məsələn, bu prosesi, ardıcıl prosesi yoxladıq, bu ödəmədi. Deməli, digər prosesə keçid alaq. Məsələn, gəldik. Buradan növbəti bir strukturumuzu necə yaza bilərik? Məsələn, gəlin bunu da silin, bizdə bir çaşqınlıq yaratmasın. İndi biz burada daxil elədiyimiz ədəd üçün, məsələn, tutalım ki, yaza bilərəm ki, 3 plus tutalım x bərabərdir 10 yaza bilərəm. X bərabər olacaq 7-yə, burada rəqəmin birini 7 aldıq. Çünki cavablarımızda da 7 vardı, yəni bu hardasa bir işıq ucu göstərə bilər. Sonra məsələn 6 plus y gəldik, yazdıq, təsəvvür eləyək 14-ü. Buradan da y-ə aldıq 8. Deməli 8 də rəqəmlərdə var deyənə, deməli bu bizə oxşar göstərir. 5 plus tutalım z bərabərdir 5 yazanda, z də bərabər olur 0-a, aldıq 0. Baxaq görək 7, 8, 0-dan ibarət bir ədəd varmı ekranda? Görürük ki 780 var. Deməli biz növbəti ədədimizi 780 daxil edə bilərik. Yenə də qeyd edirəm, burada müxtəlif ədədlərdə şərt ödənə bilər. Bizə cavablarda təqdim olunanı seçmək lazım olduğuna görə biz cavab variantlarının içərisindəki ədədlərdən birini almaq uğruna həll etməliyik misalı. Deməli, doğru cavabımız da olacaq B variantı. Davam edək növbəti sualımız ilə. Gəldik deməli burada 18-ci sualımız. 18-ci sualımız deyir ki, 8-lik say sistemində ən kiçik 16 rəqəmli. 16 rəqəmli deyəndə 1 və yanında deməli 15 dənə 0 olacaq. Bax, 1 yanında 15 dənə 0 olacaq. İlk rəqəmi 1, yanında da 15 dənə 0. Sonra bizə deyilir ki, ikilik say sistemində yazışında sıfırların sayı. Biz bilirik ki, 8-lik say sistemində olan bir sıfırın ikilik say sistemində qarşılığında 3 dənə 0 var. Onda biz burada 15 dənə sıfırın hər bir dənəsi 8-likdəki 3 sıfırı verəcək. 15-i vurduq sıfıra, oldu 45 dənə sıfır. Bəzən biz əgər bu biri də gəlib, əgər 8-lik say sistemində göstərmək istəsək, o 0, 0, 1 olacaq. Bax, buradakı 2 sıfırın həmin o, belə deyək də, həmin o ikilik say sistemində ədədi yazanda o əvvəldə verilən sıfırlar əhəmiyyətsiz sıfırlardır, önəmli sıfırlar deyil. Ona görə də bu əvvəldəki sıfırları biz sayıb 47 yaza bilmərik. Deməli, doğru cavabımız olacaq ki, 45 dənə sıfır. Növbəti gəldi 19-cu sualımız. 19-cu sualımız, yəni maraqlı bir sualdır. Burada bizdən sualı oxuyuruq. Deyir ki, alqoritmə bir n ədədi daxil edilir. Alqoritm bu ədədi yeni bir r ədədinə çevirir. Amma alqoritm n-dən r-ə çevrilmə prosesini aşağıda izah edir. Deyir ki, ilk öncə həmin n ədədinin ikiliyi qarşılığı yazılır. İkilik qarşılığı yazılanda deyilir ki, yazışın sağ tərəfinə bir cütlü bit əlavə olunur.
Cütlü bit anlayışı müxtəlif formalarda verildiyinə görə, yəni müxtəlif formalarda verilə bilər deyənə aşağıda cütlü biti izah eləyir. Deyir ki, əgər həmin ədədin ikilik yazışında bir rəqəmlərinin sayı cütdürsə və yaxud da bir rəqəmlərinin sayı təkdirsə, yəni bu cütlü bitə özünü ödəyir. Yəni 2 dənə 0 və yaxud da 2 dənə 1 varsa, deyir əgər sayı cütdürsə, yəni söhbət birlərdən gedir. Deyir, bu birlərin sayı cütdürsə, əlavə edilən yəni bit 0 olur. Amma yox, bu birlərin sayı təkdirsə, onda sonuna əlavə olunan 1 olur. Yəni cütlü biti burada bu qaydada izah elədi ki, təqdim olunan ədədin ikilik yazışında birlərin sayı cütdürsə, onda ədədin ikilik yazışının sonuna 0 əlavə olunur. Əgər bu ədədin ikilik yazışındakı birlərin sayı təkdirsə, onda sonuna 1 əlavə olunmuş olacaq. Yəni cütdürsə 0, təkdirsə 1 əlavə olunur. Deyir, daha sonra yenidən sağ tərəfə başqa bir cütlü bit. Deməli, nə baş verdi? Burada bir dənə, yəni 0 və ya 1, yəni ikisindən biri bir dənə burada əlavə olunur. Bir dənə də tərzdən aşağıda 0 və ya 1, ikisindən biri əlavə olunacaq. Deyir ki, beləliklə alınan ədədin ikilik yazışında n ikilik yazışından 2 bit çox olur. Bax bu n aldığımız deyir ki, bax alınan ədədin ikilik yazışında n'in ikilik yazışında alınan ədəddən 2 bit çox olur. Yəni biz aldığımız bu ədəddə 2 bit çox almış oluruq. Yəni 2 bit çox olur və bu r-in ikilik yazışıdır. Bizə də deyir ki, r-i tap. Və burada r müxtəlif ədədlər olduğuna görə bizdə burada deyilir ki, r böyükdür 184 şərtini ödəyən ən kiçik n ədədini tapmaq lazımdır. Deməli, burada 184-dən böyük biz ən kiçik 185-i tapa bilərik. Və 185 üzərində də nümunəmizi davam etdiririk. 185 onluqdadır. Onu ilk öncə ikiliyə çeviririk. İkiliyə çevirəndə 128, üstə gəl 32, üstə gəl 16, üstə gəl yaza bilərik 8, üstə gəl 2, üstə gəl 1. Və burada aydın məsələdir ki, 128 2 üstü 7-dir, 32 2 üstü 5-dir, 16 2 üstü 4-dür, 8 2 üstü 3 olacaq, 2 2 üstü 1-dir və 2 üstü 0. İndi biz bu ədədin ikilik yazışını yazsaq, onda 2 üstü 7-yə 1 yazırıq, 2 üstü 6 0, 2 üstü 5 1, 2 üstü 4 1, 2 üstü 3 1. İndi 2 üstü 2 yoxdur, 0, 2 üstü 1-ə 1, 2 üstü 0-a da 1 yazdıq. Oldu ikilik say sistemində. İndi təkrar qayıdıram suala. Deyir ki, alınan ədədin ikilik yazışında n'in ikilik yazışından 2 bit çox olur. Yəni 2 bit 0 və ya 1 deməkdir. Yəni sağ tərəfdən 2 dənə simvol çoxdur. Deməli, onda biz gəlib bu 2 dənəsini silirik. Yəni çox olur deyir. Alınan cavabdan 2 dənəsi çoxdur. Onda burada olacaq 1 0 1 1 0. Düzdürmü? 1 0 1 1 0 aldıq ikilikdə. Bunun üzərindən gedəcəyik. İndi yenə də qayıdıram suala. Niyə görə? Baxın yoldaşlar, burada bizə deyir ki, bax bir dənə 0 və yaxud da 1 buradan əlavə olunacaq. Bir dənə də 0 və yaxud da 1 buradan əlavə olunacaq. Yəni bu iki dənəsi o cütlü bit anlayışına görə əlavə olunandır. Onda sanki bizim misal, yəni ədədimizin ikilik kökünün, yəni əvvəli 1 0 1 1-dir. 1 0 1 1 olanda bu ədəd 4 vəziyyətdə ola bilər. Ya sonuna əlavə olunan 2 0-dır. Yəni burada deyilir ki, əgər birlərin sayı cütdürsə, onda deyir ki 0 əlavə olunur. Əgər birlərin sayı təkdirsə, onda deyir əlavə olunan 1-dir. Ya onda olacaq 0 0, ya olacaq deməli 0 1, ya olacaq əlavə olunan 1 0, ya da əlavə olunan olacaq 1 1. İndi biz yenə də misalımıza qayıdırıq. Bizim tapşırığın kökü budursa, onda bizə deyir ki, baxın, kökü budur da 1 0 1 1-dir. Çünki əlavə olunan 0-dır, bir də 1-dir. Bax, bunlar axırıncı 2 dənəsi əlavə olunandır. Bizim misalın kökü ikilik say sistemində kökü budursa, burada birlərin sayı 3 dənədir. Birlərin sayı 3 dənə olanda nə baş verir? Bizə deyir ki, əgər birlərin sayı təkdirsə, onda 1 əlavə elə. Deməli, 1 əlavə elədim. Sonra təzədən bizdən bu prosesi 1 də eləməyimizi istəyir. Onda isə bizə deyilir ki, yəni baxın,
Onda isə bizdən yenidən bunu bir də eləməyimizi istəyir və onda deyir ki, əgər birlərin sayı cütdürsə 0 əlavə elə. Birlərin sayı cüt olanda bizim üçün əslində 0 daxil edəcək, amma biz burada 0 daxil edəndə gəlirik alırıq 46. İndi baxın bax, buradan ikilik say sisteminə çevirəndə gəlirik alırıq 46. 46 bizim cavablarımızda olmadığına görə, yəni 46 bizim cavablarımızda olmadığına görə biz gəlib buradan düzgün cavab olaraq 1, 1 və 1 daxil edirik və bu da olacaq 47. Ona görə də doğru cavabımız olacaq 47. Deməli, bir daha sualımıza baxaq. Yenə sağ tərəfə bir cütlü bit əlavə olundu. Deməli, bəli, cavab variantımız olacaq 47. Doğru cavab variantımız 47 olmuş olacaq. Deməli, 19-cu sualımız üçün doğru cavab variantımız oldu 47. Davam edirik 20-ci sualımız ilə. Exceldə C2 xanası üçün hansı əmr aktiv edilmişdir? Burada C2 xanası, baxın, müəllimlərin işə qəbulu sözü yazılıb. Bu alt-alta yazılıb. Alt-alta wrap text əmri ilə aktiv olunur və bu əmrin qısa yolu alt plus enter olmuş olacaq. Deməli, doğru cavabımız olacaq B variantı. Əgər bunu, yəni D2 xanası üçün desəydi, D2 xanası üçün merge center xanaların birləşdirilməsi əmri olmuş olardı. Keçid alaq 21-ci sualımızda. 21-ci sualımızda bizə deyilir ki, V bərabərdir 1296. Deməli, V çıxışı buradır. V hər dəfə 6-ya vurula-vurula gedir və 1296-nı alır. Əgər biz diqqət etsək, 6 üstündə 4, 1296-dır. Və V-nin qiyməti 1-dən başladığına görə hər dəfə bu dövrdə 6-ya vurulur və 1296-nı alır. Deməli, burada bu dövrə, yəni daxil olanlar, bax bu hissələrdir. Bunlar 4 dəfə yerinə yetirilir. 4 dəfə icra olunur. 4 dəfə yerinə yetiriləcək. Çünki V-nin ilk qiyməti 1-dir. 1-i 6-ya vurub 6. 6-nı 2-yə oldu deməli 36. Təzdən gəldi 36-nı 1 də 6-ya vurdu 216. 216-nı 1 də 6-ya vurdu 1296. Deməli bu dövr 4 dəfə işləyibdir. Onda P bərabərdir. P-nin ilkin qiyməti üstə gəlinsin. 15 vurulsun 4 yazacağam. Ona görə ki, P-nin ilkin qiymətinin üzərinə 15 4 dəfə gəlinib və 300-dən kiçik olan hala qədər bu proses davam edib. Deməli 300-dən çıxacağam. 15-in 4-ə vurulmasından alınan ədəd olacaq 60-ı. Bu da P kiçik olacaq 240-dan. Burada bizim üçün şərti ödəyən ən kiçik ədəd 240 olacaq. Şərti ödəyən ən böyük ədədi tapmaq üçün isə minimumda ödənən 240-ın üzərinə P-nin dövrdə artması 15-i gəlib 1 çıxırıq. Niyə görə 1 çıxırıq? Çünki plus 15 gəlsək bu tam dövrdür. 1 çıxırıq ki, tam dövr olmasın. Ona görə 240 üstə gəl 14-ə hesablayırıq. Bu da olur 254. Bizdən də deyilir ki, daxil ediləcək ən kiçik natural ədədin rəqəmləri cəmi. Burada minimumda ödənən ədədi gəlirik. 2 üstə gəl 4, üstə gəl 0. O da bizə qaytaracaq 6. Deməli, doğru cavabımız olacaq C variantı və 6 olmuş olacaq. Keçid alaq, deməli, buradan 22-ci sualımıza. 22-ci sualımızda deyilir ki, verilmiş fraqmentə əsasən Python dilində icra olunarsa ekrana hansı dəyər çap olunar? Biz proqramı axırdan əvvələ doğru gedirik, daxil edirik F4. Yəni, burada F4 bizim üçün əslində funksiyanın adı F4-dür. Yəni, funksiyanın adı F4-dür. Parametrləri isə 5, 3-dür. Deməli, burada funksiyanın parametri olacaq P. P bərabərdir 5 olacaq. Q də bərabər olacaq 3-ə. Əgər bizim üçün if şərti ödənirsə, elif else-yə baxmırıq. If şərti ödənmirsə, onda keçirik elifi yoxlayırıq. Elif ödənirsə,
ES-yə baxmırıq. Əgər if də, elif də ödənmirsə, onda ES-ni yerinə yetirmiş olacağıq. Bizim üçün hal-hazırda P-nin qiyməti 5-dir, Q-nin qiyməti 3. Burada P böyükdür, P bərabərdirmi? 5 bərabərdirmi? 3 şərti ödənmir, elifə keçirik. 5 böyükdür, 3 şərti ödənir. Onda buradan yazılır 5 çıxılsın. Yenə də F4 funksiyasına rekursiya baş verir və P çıxılsın 1. P-nin qiyməti 5-dir. 5-dən 1 çıxanda olacaq 4, digəri də 3 olmuş olur. Yenidən funksiyaya 1 də qaydırıq. Hansı ki F4, 4 3-də hesablama aparacağıq. 4 3-də hesablama aparan kimi 4 bərabərdirmi 3-ə şərti doğru olmur deyənə biz yenə də elifə keçirik. 4 böyükdür 3 şərti ödənir deyənə o zaman Q çıxılsın. Burada Q-nin qiyməti 3-dür. 3 çıxılsın, olacaq yenə də F4 funksiyası. Burada P olduğu kimi qalır. Yəni 4 olduğu kimi qalacaq. Q çıxılsın 1. Bu da olacaq 2. Növbəti addımda biz yenə də F4 funksiyası ilə müraciət eləyəcəyik, amma 4-2-də. 4-2-də müraciət eləyəndə P4 olacaq, Q2. 4 bərabərdirmi 2-yə ödəmir. Yenə də gəlirik burada. 4 böyükdür Q-dən şərti ödənir deyənə 4 çıxılsın, olacaq deməli F4, P-1 olacaq 3 və 2. Növbəti addımda yenə də biz gedirik F4 funksiyası 3-2-ni hesablamağa. 3-2 hesablayanda P də, Q də, P olacaq 3, Q də olacaq 2. Yenə də 3 böyükdür 2-dən şərti ödənir. Onda olacaq 3 çıxılsın, F4. Yazırıq burada 2 və 2 alacağıq. Onda gəlirik F4, 2-2 funksiyasında hesablamağa. Artıq rekursiya bitir. 2 üstə 2 gəldik, oldu 4. İndi qalxırıq yuxarı. Baxın, 3 çıxılsın 4. Burada alırıq -1. Deməli, F4, 3, 2-də -1 aldıq. Onda belə olacaq. 4 çıxılsın, -1. Burada alacağıq 5-imizi. Baxın, burada aldıq deməli 5-i, düzdürmü? İndi qalxırıq yuxarı. Bizim burada, baxın, 3 çıxılsın, 5 olacaq. Aldıq -2-ni. Qalxırıq yuxarı, 5 çıxılsın, -2, o da bizə qaytaracaq 7-ni. Deməli, F4, 5, 3-də aldığımız 7 qiyməti R dəyişənə mənimsədilir və R dəyişəni nəticəni ekrana çap etmiş olacaq. Davam edək 23-cü sualımız ilə. 23-cü sualımız yenə də bizim Python-a aid olan bir sual nümunəmizdir. Z dəyişəninin qiymətləri -35-dən başlayacaq və gedəcək deməli 54 də daxil etməklə qiymətlər alacaq. Bu dövr yəni 90 dəfə yerinə yetiriləcək. 90 dəfə. Bu 90-ı hardan aldıq? 54 çıxılsın deməli 35, üstə gəlinsin 1. 54 çıxılsın -35, üstə gəlsin 1. Burada bizə deyilir ki, S kiçikdir, bərabərdir 0 olsun. S də Z plus 25 ilə Z minus 45-in hasilindən alınır. Burada 2 dənə hala baxa bilərik. Birinci o deməkdir ki, Z plus 25 cəmi bizə mənfi qaytarsın və Z minus 45 fərqi də bizə müsbət qaytarsın. Və müsbəti mənfiyə vuranda sıfırdan kiçik olsun. İkinci o olacaq ki, Z plus 25 bizə müsbət qaytarsın və Z minus 45 də bizə mənfi qaytarsın. Üçüncüdə isə bu çox basitdir. Z plus 25 yəni bərabər olsun 0-a, Z minus 45 bərabər olsun 0-a. Bu aydın məsələdir ki, bilirik ki, yəni -25 və müsbət 45 olacaq. Yəni 0-a bərabər olan qiymətlərinin sayı 2 dənədir. İndi keçirik digərlərinə. Z plus 25 cəminin mənfi olması üçün Z-in qiymətləri -35-dən 54 də daxil olmaqdır. Deməli, buradan biz, yəni mənfi qiymətlər alması üçün onda yazmalıyıq. Deməli, -35-dən ta ki, yəni -23 də daxil olmaqla bu aralıqda mənfi qiymətlər alacaq. Yəni, Z-in qiymətlərinin əvəzinə -35-dən -23-ə qədər 23 də daxil olmaqla nəyi qoysaq, bizə deməli qaytaracaq mənfi. Düzdürmü?
Sonra isə müsbət z-45-in müsbət qaytarması isə 46-dan 54 də daxil olmaqladır. Aydın məsələdir ki, yəni z-in bu qiymətlərində kəsişən qiymətlər yoxdur. Yəni z plus 25-in mənfi, eyni zamanda z minus 45-in müsbət alan bu aralıqda heç bir qiymət yoxdur. Ona görə də bu bizə 0 dənə ədəd verəcək. Yəni bu şərti ödəyən ədədlərin sayı 0 dənədir. İndi keçdik ikinciyə. İkincidə isə deyirik ki, z plus 25 cəmi müsbət olsun. Onda z-in qiymətləri mənfi 24-dən ta ki müsbət 54 də daxil olmaqla z-in yerinə hansı qiyməti yazsaq müsbət verəcək. Mənfi verməsi üçün isə mənfi 35-dən 44 də daxil olmaqladır. İndi siz diqqətli olsanız, burada ədədlər arasında kəsişən hissələr var. O kəsişən hissələr haradır? Bax, mənfi 24, mənfi 54, mənfi 35, mənfi 44. Bunların ikisində ortaq yeri var. Həmin ortaq yer mənfi 24-dən 44 aralığıdır ki, mənfi 24, müsbət 44 aralığında nə qədər ədəd daxil etsə, bu birinci mötərizə müsbət, ikinci mötərizə mənfi olacaq. Bu aralıqda olan qiymətlərimizi tapmaq üçün 44 çıxılsın, mənfi 24 plus 1. Burada da olur 69 dənə ədəd. Deməli, birinci şərti ödəyənlərin sayı 0-dır, ikinci 69, üçüncü də 2. Bu da bizə qaytaracaq 71. Deməli, 23-cü sualımızın cavabı bəli olacaq 71. Yəni bizdən 0-dan kiçik və bərabər istəyir deyənə biz həm bu ədədlərin mənfi, həm də 0-a bərabər olan hallarına baxmış olarıq. 24-cü sualımıza gəldik. 24-cü sualımızda şərt doğru olanda biz bu tərəfə gedirik. Yəni, bax, bu 1 yazılan yerə. Şərt yalan olanda isə biz else qoluna keçid alırıq. Else qoluna keçid alanda görürüz ki, burada bir dənə də şərt var. Əgər bu şərt doğrudursa, biz bunu icra edirik. Yalandırsa, bunu icra etmiş olarıq. Deməli, biz baxırıq. X dəyişəninin qiyməti 40-dır. Y dəyişəninin qiyməti də 27 olmuş olacaq. İndi gəlirik burada. 40-ın, baxın, gəlirik x-in qiymətinin 3-ə bölünməsi. 40-ın 3-ə bölünməsindən alınan qalıq 1-dir. 1-i biz true götürürük. Yəni, şərt doğru olur. Şərt doğru olanda biz elə x vurulsun 2-ni icra edirik. X-in qiyməti 40-dır. 40-ın 2-yə vurulmasından nəticə 80 çap olunmuş olacaq. Əgər burada yazılsaydı ki, yəni buradakı şərtdə yazılsaydı ki, y qalıq, yəni 3, onda biz yazardıq 27 qalıq 3 və alardıq 0. 0 olanda nəticəmiz olardı false və biz onda keçərdik else-yə. Yenidən y-in qiyməti 27-dir. 27-ni böldük 2-yə, qalıqda qalacaqdı 1. Düzdürmü? Və 1 olanda x-in 3-ə bölünməsindən alınan qalıq cavabı 1 çıxartmış olardı. Yəni, bax, if-dən sonra təqdim olunanlar şərtdir. Siz həmin şərtə görə hərəkət edirsiniz. Bax, bu da şərtdir, bu da şərtdir. İndi bizim buradakı bu şərtimizin nəticəsi 1-dirsə, biz bu qolu gedirik. Amma nəticəsi yalandısa, bu qola gəlirik. Bu qolun özündə də bir şərt var. Əgər bu şərt doğrudursa, bunu icra edirik. Şərt yalandırsa, bunu icra etmiş olacaq. Ona görə də doğru cavabımız olacaq 80. 25-ci sualımızda deyilir ki, evin giriş hissəsinin işıqlandırılması üçün sensorlardan istifadə olunmuşdur. Lampanın hava qaranlıq və eyni zamanda, bax, həm o şərti ödəməsi, həm də bu şərti ödəməsi, yəni eyni zamanda sözü bizdən konjuksiyanı ödəyəcək, yəni vurma deyir. Deyir ki, eyni zamanda girişdə insan olduğu halda yanması üçün hansı məntiqi ifadələr doğrudur? Deməli, insanın varlığını yoxlayan sensor, yəni insan varsa 1-dir və A-ya aiddir, insan yoxdursa 0. Burada deyir ki, lampanın hava qaranlıq və eyni zamanda girişdə insan olması. Deməli, insanın varlığını A deyəcəm. Amma desəydi ki, insan olmasın, onda A-nın inkarı yazardıq. Bizdən insanın varlığı dediyinə görə buraya yazırıq A.
Əməl olaraq konjunksiya deyir ki, B işıqlandırma sensoru bir gündüzdür, 0 isə gecədir. Bizə də deyilir ki, bax, hava qaranlıq və eyni zamanda girişdə insan olanda yanması haqqında. Yəni hava qaranlıq və girişdə insan olanda yansın deyəndə B özü, yəni 1-dir. Amma burada 0 olacaq deməli, yəni gecədir, işıq yanmır. Biz ona görə də buraya daxil elədiyimiz B-nin inkarlığını daxil edirik. Ona görə də bu şərtimiz hava qaranlıqda, yəni gecə, B 0 olanda gecədir. Biz onun inkarlığını daxil elədik və eyni zamanda da girişdə insan olmasını da A ilə daxil etmiş olduq. Doğru cavabımız olacaq B. Gəldik növbəti 26-cı sualımıza. 26-cı sualımız bizim qraflara aid biraz çətinləşdirilmiş sual nümunəsidir. Bunu necə yaza bilərik? Birinci, biz burada qonşuluqları daxil etməklə rahat şəkildə yazmaq olar. Baxın, 1-in qonşularını sayıram ki, 1-in qonşuları 1, 2, 3 dənədir. 2-nin qonşularını sayıram 1, 2 dənə. Sonra 3-ün qonşularını sayırıq 3 dənə. Daha sonra 4-ün qonşularını sayırıq 2 dənə. 5-in qonşularını sayırıq 3 dənə. 6-nın qonşularını sayırıq olacaq 3 dənə. 7-nin qonşularını saydıq 3 dənə. 8-in qonşuları da oldu 3 dənə. Biz bu qonşuluqları yazandan sonra eyni şərti bunlar üçün də daxil edə bilərik. Yəni A-nın qonşuları və s. Amma mən indi görürəm ki, buradan bizə ortaq bir cavab yoxdur deyənə qonşuları az olanları yazırıq. Birinci 2-nin qonşularını yazıram. 2-nin 2 dənə qonşusu var. Biri 6-dır, biri də 8-dir. Eyni zamanda 4-ün 2 dənə qonşusu var. Bu 4-ün qonşuları da 2 dənədir və bu isə biri 5 olacaq, biri 6. Eyni zamanda burada 2 qonşusu olan təpə hansıdır? Bax, biri B-dir. B-nin 2 dənə qonşusu var. Hansı ki, biri olacaq A, biri olacaq C. Sonra 2 qonşusu olan bir dənə də D-dir. D-nin də biri Y qonşusu olacaq, bir də C qonşusu olacaq. Biz tapşırığa da baxanda aydın şəkildə görürük ki, burada yəni bax, ikisində də iştirak eləyən C-dir və 6-dır. Yəni 6-lar C-dir. Gəlirik bu 6 C-yə, yazırıq 6. C-yə 6 yazandan sonra artıq aydın məsələdir ki, B təpəsi bizim üçün olacaq 2. Niyə görə yəni 2 yazdım? Çünki 2-nin qonşularından biri 6 və 8-dir. O zaman 2-nin qonşuları 6, 8 olduğuna görə bura yazdıq 8-i. 8-i yazdıq və daha sonra digər təpəmiz. Yəni D qonşusu da, onda bu hissəmiz bizim üçün D olacaq 4, burada olacaq 5. İndi artıq qaldı bizim 2 dənə qonşumuz. 1, daha doğrusu 7 və 8. İndi diqqətli olaq. Baxın, bax, biz burada F-in qonşularını yazanda F-in qonşusu 3 dənə qonşusu olandan biridir və elə qonşudur ki, o 8-lə qonşu deyil. Yəni, bax, 8-lə qonşu olmayacaq. Və yaxud da E-nin qonşuları. Elə 3 dənə qonşusu var ki, 5-4 qonşusudur, amma yəni gəl 8-lə qonşu olmayacaq. Və yaxud da 2 qonşusu H-ın qonşusuna tapa bilərsiniz ki, 5-lə 8-lə qonşuluğu olan. 5-lə 8-lə qonşuluğu olan. Yəni eyni zamanda həm 5-lə qonşu olsun, həm 8-lə. Bu baxan kimi görə bilərik ki, 1-dir ki, həm 5-lə qonşudur, həm 8-lə. Deməli, onda G də olacaq 7. G 7 olanda F üçün bir dənə qalır 3. Bizdən deyir A-dan G-yə. A-dan G-yə deyəndə, yəni 8-dən 7-yə qədər məsafəni deyir. Sonra deyilir ki, G-dən H-a, yəni 7-dən 1-ə qədər məsafə, sonra H-dan Y-yə, yəni 1-dən 5-ə qədər, Y-dən F-ə, yəni 5-dən 3-ə qədər, 3-dən də 6-ya qədər məsafəni istəyir. İndi biz burada tapsaq, 8-dən 7-yə qədər 15, üstə gəlinsin 7-dən 1-ə qədər 12, üstə gəlinsin 1-dən 5-ə qədər 10, üstə gəlinsin 5-dən 3-ə qədər 2, 3-dən 2-yə qədər də, 3-dən 6-ya qədər də 9. Bu da bizə qaytaracaq 48-i. Deməli, bizdən istənilən doğru cavabımız olacaq 48. Davam edək növbəti sualımız ilə.
Növbəti sualımız gəldi alqoritmə aid olan sualdır. Bizə verilibdir, deyir ki, hansı strukturu ödəmiş olacaq. Baxın, burada bir funksiya hazırlayırıq. Yəni bu S funksiyasıdır, çünki nəticəni S-lə verir və burada bir dənə belə bir hissə qoyuruq. Deyir ki, əgər x kiçikdirsə sıfırdan, onda S bərabər olsun -1-ə. Yazıram ki, -1 olanda, yəni x kiçikdir sıfırdan, -1 halıdır. Sonra x bərabərdir 0 olan halı 0 olacaq nəticə. Burada yazıram x bərabərdir 0. Əgər yəni x 0-dan 0-a bərabər deyilsə, deməli 0-dan böyükdür. Onda da 1-i çıxartmış olacaq. Qeyd olunan bu ardıcıllığımızın cavabı olur deməli D variantında. Ona görə də burada doğru cavab olaraq biz D-ni götürə bilərik. Düzdürmü? Yəni D-də idimi? Sıfırdan kiçikdə -1, sıfırdan böyükdə 1, sıfıra bərabərdə 0. Bəli. Gəldik 28-ci sualımıza. 258 səhifədən ibarət olan sənədin ilk 2 səhifəsində qrafik fayl var və qrafik fayl bərabərdir. 2 səhifə 2048 vurulsun 1024 yazırıq. 64 rəngli palitrada P bərabər olacaq 64-ə. P bərabərdir 2 üstü N ilə biz alırıq ki, 1 piksel yaddaşda 6 bit yer tutmuş olacaq. Bizdən cavabı çoxsu görürük megabaytla olduğuna görə 2 üstündə 23-ə bölə bilərik. Onda burada 2 üstü 1, 2 üstü 10, deməli 11 və 2 üstü 10-la hesablayırıq. Bu olacaq deməli bizim üçün 1-in 12, 22. Burada da 2 vurulsun 3-dür 6 olacaq. 2 üstü 23 vurulsun 3. 23-lər ixtisar gedəcək, alınacaq 3 megabayt. İndi gəldik V mətin faylı. Burada bizə deyilir ki, yerdə qalan digər cüt səhifələrdə, yəni hamısında demir də cüt səhifələrdə. Onda 256 dənə səhifə qalmışdı. 258-dən 2-sini çıxanda 256. Onda cüt səhifələrinin sayı olacaq 64 dənə. Vurulsun 32, vurulsun 128, Unicode'a görə 2 bayt. Bunu da biz 2 üstündə 20-yə bölə bilərik. Bu olacaq 2 üstü 6, 2 üstü 5, 2 üstü 7, 2 üstündə 1. O da bizə qaytaracaq deməli neçə? Nəyi? Oldu 11. 11-in üzərinə gəldik deməli 7-ni oldu 18. 18-in üzərinə də 1 gələndə olacaq 19. Nəyi səhv yazdıq? Digər cüt səhifələrin hər birində 64 dənə olur. 32 sətr və 128 simvol. Düzdürmü? Deməli, 64-ü vurduq 32-yə, vurduq 128-ə, vurduq 2-yə, böldük deməli 2 üstündə 20-yə. Əslində burada 0,5 alınır. Yəni 0,5 alınır. Onu da biz cavablarda 1 megabayt yazmışıq. Gəlin onda belə eləyək. Tam uyğun olsun deyənə bunu 64 edək. Yəni burada 32 sətr yox, onu 64 sətr edərik. Yəni sınaqlarda düzəldəcəm. Mən bu olacaq 64, onda 4 megabaytı almış olaraq. Deməli, yəni əslində 3 megabayt üstə gəlinsin 0,5 megabayt olur. Deməli 64 dənə 256-dır. Yox, niyə ki? Düzdür. Biz 256-nı 2-yə böləndə 128 düşür. Düzdür. Sualımız düzdür. Yəni digəri V mətin faylı düzdür. V mətin faylı olacaq 128 vurulsun 32 vurulsun 128 vurulsun 2 bayt olacaq. Bu da 2 üstü 20-yə böləndə elə 1 megabayt olacaq. İkisinin cəmi bəli 4 megabaytı qaytaracaq. Yəni sual düzdür, yanlışlıq yoxdur. Keçid alaq 29-cu sualımıza. 29-da deyir ki, uyğunluğu müəyyən edin. Burada ilk dərsə aid olan sualdır. İnsan beyni, yəni ən mükəmməl yadda saxlama vasitəsidir. Daşıyıcı kağız deyəndə, yəni ən geniş istifadə olunanıdır. 20-ci əsrdə yeni vasitələr, yəni yeni yadda saxlama vasitələri, perfokartlar, maqnit disklər və s. bunlar olacaq. Son zamanlar dünyada ən çox istifadə olunan isə bulut texnologiyası olmuş olacaq, CDB olmuş olar. 30-cu sualımızda isə deyilir ki,
sistem proqramları hansılardır? Deməli, Unix, Norton Commander, DriveSpace olacaq sistemə aid. Burada WordPerfect, uyum olacaq tətbiqi proqram, ikini çıxırıq. Paradox, Juniper, Intellisoft tətbiqi proqramlardır. Mac OS, Linux, PC Shell olacaq sistem proqramı. WinRAR, Utilit, OS2 olacaq, deməli sistem proqramı. Yəni 1, 4, 5 doğru cavab olmuş olacaq. Davam edək növbəti sualımız ilə. 31-ci sualımızda deyilir ki, aşağıda verilmiş mətn fraqmentinə əsasən hansı formatlama əməliyyatı təyin edilibdir deyir. Hansı formatlama əməliyyatı təyin edilib? Bu yazıya arxa fon qeydi verilib. Yəni bax bu 4-dür. Arxa fon qeydi verilib yazıya. Sonra yazının baxın görürsüz yazı forması dəyişib, yazının ölçüsü dəyişib, yazıya maililik verilib. Deməli şriftin ölçüsü 24 olub, doğrudur. Qalın şrift əmri aktiv deyil, kursiv yazılıb aktivdir. Sola düzləndirmə əmri, yəni bu sola düzləndirmə əmri burada baxın, bu sola düzləndirmə aktivdir. Şriftin rəngi sarıdır, bu arxa fon rəngi sarıdır. Deməli bu doğru olmayacaq. 1, 3, 4 nəticəsi doğru olmuş olacaq. Növbəti 32-ci sualımızda deyir ki, hansı alt qovluqda, hansısa deyir alt qovluqda fayl saxlanılır, sonra həmin fayl bu qovluqda yaradılan başqa bir qovluğa daşınır. Daşınandan sonra da olur belə. Deməli, fayl hal-hazırda olduğu qovluq, yəni yeni daşındığıdır. Bizə deyir ki, daşınmaya qədər faylın yolu. Bax, burada faylın tam adı demir ha. Daşınmaya qədər faylın yolundan söhbət gedir. Yəni faylın yolu. Aydın məsələdir ki, faylın yolunda faylın adı özü iştirak eləməyəcək. Onda bunun üzərinə xətt çəkirik. Hal-hazırda olduğu sənəd qovluğu yeni yaradılanda deyənə cavab bu da olmayacaq. Çünki sənəd qovluğu yeni yaradılanda. Onda deməli fayl olacaq D diski, C qovluğu, Alimp qovluğu, Məhərrəmova qovluğunun içərisində olacaq. Bizə deyir ki, faylın olarsa deyir, daşınmaya qədər faylın yolu. Deməli, fayla onda gedilən yol olacaq. D, C, Olimp, Məhərrəmova doğru cavabımız olacaq. Y variantı. 33-cü sualımızda nəzəri bir sualdır. Burada bizə deyilir ki, baxın, müxtəlif topologiyalı, müxtəlif protokollu. Bax, bu marşrutlaşdırıcıdır, Adı M hərfi ilə başlayır. Müxtəlif topologiya, müxtəlif protokol deyəndə ola elə 3 olacaq A. Əslində 3A olan cavab variantımız bir dənə C-dir. Yəni, belə qısaltmalarla da rahat şəkildə yaza bilərsiniz. Sonra deyir ki, şəbəkənin deyir ulduzvari topologiyasında kompüterlər birləşdirmək istifadə edilir. Ona daxil olan informasiya qoşulan bütün kompüterlərə ötülür. Təbii ki, bu hubdır. Sonra da deyilir ki, buradan bir körpü haqqında da müxtəlif topologiya, amma eyni protokol sözünü axtaracaqsınız. O da D-dədir. Müxtəlif topologiya, eyni protokol, o da olacaq D-də. Gəldik 34-cü sualımızda. Model cədvəl, yəni informasiyasına aiddir cədvəllərə. İndi gəlin baxaq görə burada necə ifadə olunacaq? Deyir, Ayan, Mələk, Ömər. Gəldik burada biz daxil elədik. Ayan, tutalım Ömər və Mələk daxil etdik. Deyir ki, adlı A, B, C. Gəldik burada A, B və C yazdıq. Əslində, yəni cədvəl çəkib daha rahat yazmaq olar. Mənim indi cədvəlim səliqəli olmasa da istəyirəm ki, yazaq. Deyir ki, burada kimya, informatika və riyaziyyatdan dərs keçirilər. Aşağıdakı şərtlər də deyir, ödənir. Ayan A məktəbində işləmir. Ayan A məktəbində işləmirsə ona bir minus qoyduq. Mələk də B məktəbində işləmir. B-də işləməsinə minus qoyduq. A məktəbində işləyən informatika tədris etmir. Yəni, A-da işləyən ya kimya tədris edəcək, ya da riyaziyyat. Yəni, informatika tədris etmir. Deyir ki, B məktəbində işləyən riyaziyyat tədris edir. Onda bura riyaziyyat yazanda A məktəbində işləyən kimya tədris edir. B-dəki riyaziyyat, C-dəki də informatika tədris etmiş olacaq.
Sonra deyir ki, Mələk kimya tədris etmir. Onda deməli Mələk A məktəbində işləmir. Ömər deməli kimya keçir və A məktəbində işləyir və Ömər digərlərinin heç birində işləməyəcək, düzdürmü? Onda Mələk olur, informatika və C-də işləyir. Ayan da olacaq, informatika və kimyada işləmiş olacaq. Bizdən Mələk soruşur, Mələk C məktəbində informatika dərsi tədris edir olacaq. Doğru cavab variantımız olacaq. Deməli, D variantı. Növbəti sualımızda biz bilirik ki, faylın həcmini tapırıq. Burada deyir ki, baxın, diskretləşdirmə tezliyi. Onda V bərabərdir 32 kHz. Vurulsun 16 bit, daha sonra vurulsun 80 saniyə, 25% arxivləşdirmək, yəni həmin faylın 75%-nin tapılması deməkdir. İndi burada biz 1 kHz-imizi, bax 1 kHz-imiz olacaq 1000, ölçü vahidi də 1 bölünsün saniyə olacaq. Buradan da biz gəlirik, yəni bu kHz-in əvəzinə vurulsun 1000, 1 bölünsün saniyə yazırıq. İndi bunu da 2 üstündə 13-ə bölməliyik ki, alaq ki, neçə kilobayt olur. Yəni, xoşbəxtlikdən imtahanda sizə kalkulyatorla işləməyə icazə verilir. Yəni, bu haqqınızı istifadə edərək məsələlərin həllinin daha rahat şəkildə alınması mümkündür. Yəni, bir daha da yoxlayaq. 32-ni vurduq, demək 32 min, yəni 32-ni 2 üstü 5, 16-nı 2 üstü 4, 80-i də biz xırdalaya bilərik orada. 16 vurulsun 5 ilə xırdalayıb yaza bilərik. 213-ə ixtisarından rahat şəkildə cavabı da almaq əslində mümkün olar. Deməli, indi biz bir daha da yoxlayım, görüm düzgün cavabdırmı və sonra biz onu böldük. Cavabımız olacaq, bəli, 3750 olmuş olacaq. Növbəti sualımız 36-cı sualımız. Deyir ki, D2 xanasındakı düsturu D3-ə köçürlərsə, D2 xanasında düsturumuz, yəni olacaq sum, dollar A, dollar 1, qoşa nöqtə B2 aldıq. Gəldik D3 xanasına. Buradan da deməli sum funksiyası olduğu kimi qalır. Aydın məsələdir ki, dollar olanlar dəyişmir. D-dən D-yə köçürsə sütun da dəyişmir. Sadəcə 2-dən 3-ə keçəndə sətirlər bir vahid artdığına görə burada olur B3. A1 xanasının qiyməti 1-dir. B3 xanasının qiyməti də 5-dir. Düzdürmü? Aha. Nə aldıq biz? Burada qoşa nöqtədir də, düzdürmü? A1-dən B3-ə qədər, A1-dən B3-ə qədər, B3 də daxil olmaqla 1 plus 2 plus 7 plus 4 plus 2 plus 5 olacaq deməli 10, 16, bu da 5 olacaq 21. Deməli, doğru cavabımız olacaq C variantı. Bəli. Buradakı cavabların birini 6 yazıb tələ də etmək olardı. Videoları bura qədər izləyirsinizsə, əgər bura gəlib çatmışsınızsa təşəkkür edirəm. Çox sağ olun ki, bizi izləyirsiniz və dinləyirsiniz. Çox təşəkkür edirəm. Ümid edirəm ki, bura qədər izlədiklərinizdən məmnunsunuz və razı qalmısınız. Davam edək növbətiləri ilə 36-37-ci sualımızda. 37-ci sualımızda bizə deyilir ki, informasiyanın həcmi 16 simvollu əlifba. 16 simvollu əlifbada bir simvol yaddaşda 4 bit yer tutur. Unicode kodlaşdırmasında bir simvol 16 bit yer tutur. Sonra yarısını sil. Bunları mütləq yazın. Çünki yazmayanda yaddan çıxır. 40% arxivləşdirmək, yəni onun 60% qalmaq deməkdir və 40% arxivləşdirəndən sonra 120 bayt qalıbdır. Onda deyirik ki, 40% arxivləşdirmək 60% olubdur 120 bayt. Deyirik ki, görəsən bunun 100%-i nə qədər olubdur? Yəni, gəlib burada 100%-ni tapmağa çalışırıq. Burada aldıq deməli burada 200 bayt. Yəni, əslində deməli olubdur 200 bayt. 40% arxivləşdirəndən sonra 120 bayt olub. Sən demə əslində yəni 200 bayt imiş.
Sonra deyir ki, yarısı silinib 200 bayt qalıb. Deməli, bu da 400 bayt imiş ki, yarısı silinib 200 qalıbdı. İndi burada baxın 16-dan 4-ə necə qalxırıq? 16-nı 4-ə bölürük də, yəni bölürük 4-ə olur 4. Burada da 400-dən 4-ə qalxmaq üçün 400-ü bölürük 4-ə olur 100 bayt. Deməli, fayl əvvəlcədən 100 bayt imiş, sonra üzərində bu əməliyyatları apardıqdan sonra gəlib olubdur, hansı ki, burada yəni olan deməli 120 bayt olubdur. Axtarış sistemləri hansılardır? Burada da axtarış sistemləri Yahoo var, Bing var, Rambler var, Google Chrome browserdir, Opera browserdir, Google Hangout ünsiyyət üçündür, Yandex olacaq, axtarış sistemi Instagram sosial şəbəkə. Cavab olacaq deməli 1, 2, 3, 7 olmuş olacaq. Göstərilən fayl qruplarında deyir ki, fayl qruplarını təyin etmək üçün hansı axtarış sisteminə aparmaq olar. Bax, burada ixtisar edə gedək. Birinci A-dan başlayıram. Bax, faylın genişlənməsində X-dan əvvəl sual işarəsi yazıb. Bu o deməkdir ki, X-dan əvvəl mütləq simvol olmalıdır. Burada heç birində X-dan əvvəl simvol yoxdur genişlənmədə. Ona görə A olmayacaq. Sonra genişlənməyə görə B-də, C-də, D-də ödəyir. Y-nin də üstündən hərəkili xət çəkirik. Sonra bizə deyilir, baxın, burada B-də də, C-də də deyilir ki, 2-dən əvvəl faylın adında mütləq simvol olmalıdır. A variantı üçün, burada birinci üçün 2-dən əvvəl deyil, 1 simvol olsun, amma burada 2 dənə simvol var. Burada 2-dən əvvəl 1 simvol var, bu ödəyir, amma bunlarda 2-dən əvvəl simvol yoxdur. Deməli, ona görə B ilə C də ödəməyəcək, bir dənə qalır D variantı. Yəni 2-dən əvvəl simvolun olub-olmaması D variantında öz əksini tapmışdır. Doğru cavab olacaq D variantı. 40-cı sualımız, nümayiş proqramında Ctrl-P düyməsi vurduqda, adi halda normal görünüş rejimində Ctrl-P vursaq, yəni printə gedər, çap olunar. Amma nümayiş rejimində, yəni hansı ki slide show ekranda nümayiş olunur, o zaman isə qələm aktivləşir. Yəni yazı yazmaq üçün qələm aktivləşmiş olacaq. Doğru cavabımız olacaq C variantı. 41-də uyğunluğu müəyyən edin. Bilirsiniz ki, bu kopyalamadır. Ctrl-C, yəni obyektin bir nüsxəsini mübadilə buferinə köçürmək üçün istifadə olunacaq. Paste yapışdırmaqdır. Mübadilə buferində olan hər hansısa bir obyekti kursorun olduğu yerə aparır. Copy-paste isə faylın yolunu, yəni faylın yolunu kopyalamaq üçün faylın tam adını, faylın tam yolunun bir nüsxəsini mübadilə buferinə əlavə edəcək. Bəli, olacaq CF, D doğru cavab variantında olmuş olacaq. Davam edək növbəti sualımız ilə. Növbəti 42-ci sualımızdır. 42-ci sualımız ilə davam edək. 42-ci sualımızda def funksiyasına aid olan bir ifadədir. Axırdan əvvələ doğru gedirik. C bərabər olacaq f-a-ya. A dəyişəninin də qiyməti 2-dir. Sanki biz f2 funksiyasını hesablamalıyıq. f2-ni hesablayanda x dəyişəni olacaq 2. Burada da yazacağıq d2, yəni 3 vurulsun 2 olacaq 6. Həmən biz D funksiyasına 2, 6 qiymətində müraciət edib x-a bir qiymət almalıyıq. X-in qiyməti 2, y-in qiyməti isə olacaq 6. X bərabər olacaq, 3-ü 2-yə vurduq 6, y bərabər olacaq, y vurulsun 2, 6-nı 2-yə vurduq 10, 2 olacaq. İndi burada return olacaq x plus y. 6 ilə 2-nin, 12-nin cəmi olacaq 18. Gəldik burada x-a yazdıq 18. Növbəti addımda x bərabər olacaq D. Birinci x, x-in son qiyməti 18-dir. 18-in üzərinə də biz gəlirik 5-ə. Yəni, burada x-in son qiyməti ilə getməliyik. O da olacaq 23. Deməli, biz gəlirik buradan D18, 23-ü hesablamağa. Onda buradan x bərabər olacaq deməli, x vurulsun 3-ə. Gəldik 18-i 3-ə vurduq. Bizə qaytaracaq 54. Y də bərabər olacaq 23-ü vuracaq 2-yə, qaytaracaq 46.
54 plus 46-ını çıxardacaq, cavab olacaq 100 və gəldik burada x aldıq 100. Return x olduğuna görə funksiya sonda 100 qiymətini çıxartmış olacaq. Yəni doğru cavabımız olacaq hansı ki B variantı və 100. 43-cü sualımızda elektron cədvəl fraqmentində belə bir deyir struktur qurulub. Gəldik burada. Bu diaqram A2, D2 nəzərən qurulubdur. Biz də A2, D2-dən heç bir xanadakı ədədi tam bilmirik. Ona görə A2-ni hesablayırıq. A1 üstə gəlinsin. B1, B1-in qiyməti 5-dir, çıxılsın D1. Burada alırıq 7 və baxırıq ki, bax burada 7 var. Deməli bu oldu A2. Sonra gəlirik B2. B2 xanasında B1 vurulsun D1-dir. Yəni 5 vurulsun 2, çıxılsın 5. Bu da bizə qaytaracaq 5-i. Deməli, bax burada olacaq deməli B2. Sonra bura olacaq C2. C2-də B1 çıxılsın D1-dir. Onda burada B1-in qiyməti 5-dir, D1-in də qiyməti 2. Oldu 3. Bu 3 də oldu deməli, hansı ki, deməli 3 aldıq da, 5-dən 2 çıxdıq, 3 aldıq. Bizdən də nəyi soruşurdu? C1 xanasının qiymətini soruşurdu. C1-i elə 3 aldıq, o da doğru cavabımız da olacaq 3. Növbəti sualımız ilə davam edək. 44-də verilmişdir baza cədvəlinə əsasən sorğuya neçə nömrəli yazılar cavab verər. İndi burada vəzifə mühasib və yaxud da satış nümayəndəsi. Gəlirik buradan mühasib və satış nümayəndələrini seçirik. Növbəti halda bizə deyilir ki, stajı 5-dən böyük olsun. Yəni 5-dən böyük və 5-ə bərabər olanları seçirik. Eyni zamanda maaşı 1200-ə bərabər və 1200-dən kiçik olanlar. Burada 1200-ə bərabər və 1200-dən kiçik olanlar. Bizə deyilir ki, yəni bax, vəzifə mühasib və satış nümayəndəsi ikisindən biri ola bilər, amma stajı 5-dən böyük və bərabər olsun. Maaşı da 1200-dən kiçik və bərabər. Stajla maaş hissəsi mütləq və mütləq ödənməlidir. Onda burada hər üç şərtin üçünü ödəyən olacaq birinci sətir və dördüncü sətir. Birinci və dördüncü sətir. Bəli, doğru cavabımız olacaq B variantı, birinci, dördüncü sətir. Bizə lazımdır ki, hər üç şərtin üçünü də ödəmiş olsun. 45-ci sualımızda bizə deyilir ki, informatika, aqma sözü yazılmışdır. Burada ulduz və informatika və bir dənə də ulduz, daha sonra bir aqma yazısını yazmış olduq. Deyir ki, 16 simvollu əlifbada yazılıb. 16 simvollu əlifbada bir simvol yaddaşda 4 bit yer tutur. Deyir ki, ulduz simvolundan daha sonra 16 bitlik simvol əlavə olunub. Deməli, burada bir simvol əgər 4 bit yer tutursa, deyirəm neçə simvol 16 bit yer tutar? X bərabərdir 4 dənə. Deməli, ulduz simvolundan sonra 4 dənə simvol daxil edəcəm. 1, 2, 3 və 4 dənə simvol. Deyir ki, kursor aqma sözündən dərhal sonradır. Yəni, bax, buradadır. Yəni, bax, buradadır deməkdir. Deyir ki, 8 dəfə backspace. Backspace kursordan sol tərəfi silir. 1, 2, 3, 4, 5, 6, 7 və 8. Bax, tığ qaldı. 2 dəfə də delete. 1, 2 dənəsini də buradan sildi. Deyir, neçə qalan simvolu Unicode'da kodlaşdır. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13 dənə simvol. Deməli, 1, 2, 3, 4, 5, 6, 7, 8. Siz nəyi unutduq? Burada bizə deyir ki, verilmiş sözdən sonra ulduz simvolu. Bir dənə də ulduz var. Bax, burada verilmiş sözdən sonra dərhal bir dənə də ulduz simvolu əlavə olunur. Ona görə də gəlin bir dənə geri qayıtmadan istifadə edək. Geri qayıtmadan istifadə edək ki, sual heç kəsə qaranlıq qalmasın. Bax, bu bizim, yəni daxil elədiyimiz sözdür. Deyir ki, verilmiş sözdən sonra
ulduz simvolu, bir dənə ulduz simvolu, sonra da deyir ki 16 bitlik simvol daxil edilmişdir. 16 bitlik olanda 4 dənə simvol oldu. 1, 2, 3, 4 dənə. 8 dəfə backspace, bax agma sözündən sonuna 8 dəfə backspace. 1, 2, 3, 4, 5, 6, 7 və 8 dənəsi silindi. 2 dəfə delete, 1, 2 dənə də delete. Ondan sonra 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13 dənə simvol var. Bunu da Unicode-da kodlaşdıranda olacaq deməli 26 bayt. Doğru cavabımız olacaq B variantı. Əla, davam edək deməli növbəti sualımız ilə. 46-cı sualımızda Aksesə aid olan bir sualdır. Ümid edirəm ki, asanlıqla öhdəsindən gəlmisiniz. Deyir ki, Simona RK. Gəlirik burada. Simona RK-nı tapırıq. ID olur 17. Deməli, bu bizim üçün bizə deyilir ki, nəvəsinin soyadını və baş hərfini. Deməli, onda biz bunu valideyn qismində axtarırıq da ki, birinci, yəni Simonanın nəvəsinin o valideynin övladları, sonra həmin övladın övladlarını axtaracağıq. Onda burada proses necə davam edəcək? Birinci burada 17-dir. Gəlirik 17-nin övladları olur 65, 64 və 75. Biz bu 64 ilə 75-in yenidən valideyn qismində övladlarını axtaracağıq. 64-ün övladları yoxdur, ona görə o hissədə axtarmırıq. 75-ə gəlirik. Biri olacaq 22, biri də olacaq 34. Bax, buradan görürük 22 və 34. Buradan da bunu gördük. İndi 22-yə baxırıq. Məmmədov TF. Yəni Məmmədov TF cavablarda olmadığına görə 34-ə baxırıq. Kərimova ZF. Deməli, doğru cavabımız olacaq A variantı. 47-ci sualımızda Python sözünü, burada yəni heç bir şərt yazmamışıq, yəni sadə bir ifadə vermişik, 4 mövqe deyir. Hər bir hərf özündən 4 mövqe sonra yerləşir. 1, 2, 3, 4. Burada olacaq deməli T. Deməli, birinci T hərfi ilə başlayacaq. Sonra ikinci hərfimizə baxaq. Y-dan sonra 1, 2, 3, 4. Deməli olacaq C. Deməli mütləq T-C anlayışı olmalıdır. Bir də sonuncu hərflərini biləndə olur. N hərfindən sonra 1, 2, 3, 4 olacaq deməli R. Deməli doğru cavabımız da olacaq Y variantı. Növbəti 48-ci sualımız. 48-ci sualımızda əslində uzun-uzadı da yazmaq olar. Biz bilirik ki, qrafik faylın həcmi A vurulsun B vurulsun N-dir. RGB-də 1 piksel, yaddaşda 24 bit yer tutur. 256 rəngli rejimdə 1 piksel, yaddaşda 8 bit yer tutacaq. A və B sabit qaldığına görə vurulsun AB olur. Əvvəlki həcm nə qədərdirsə, yəni 1 azalır, yəni 1 kilobayta bərabər olur. Buradan biz qrafik təsvirin, yəni A vurulsun B-sini tapırıq, piksellərin ölçülərini. Burada 1 kilobaytımız 2 üstündə 13 bit olacaq. Burada da olacaq 2 üstündə 4 bit, yəni 24-dən 8-i çıxanda qalır deməli 16, 16 da 2 üstü 4-dür. Bitlər ixtisar gedir, 2 üstü 9 olur, olacaq 5 son 2, yəni cavab variantımız olacaq D variantı. Növbəti 49-cu sualımız. 49-cu sualımız buradakı digər sualların içərisində düşünürəm ki, biraz yəni çətinliyi artırılmış bir sual idi. Yəni digərlərindən xeyli fərqlənir, digərlərindən yəni fərqlidir deyə bilərik. İndi baxaq görək biz burada bu sualımızı necə yazmalıyıq və hansı ədədləri almalıyıq. Baxaq sualımıza. Burada bizə deyilir ki, bax bu 0-cı indeksdir, bu birinci, bu da ikinci indeksimizdir. Bizə də deyilir ki, X happened birinci indeksimiz. Yəni bizim mövcud siyahımız olacaq 3, 5, 6. Sonra da bizə deyir ki, birinci indeksi siyahıya əlavə olacaq deməli 5. Çünki yəni bax bunu əlavə elədik. Sonra deyir ki for i in rangi, onda i-nin qiymətləri 0, daha sonra 1, daha sonra 2, daha sonra 3 olacaq. İndi baxaq. Bizə deyilir ki, X remo və 0-cı indeksimiz.
Sıfırıncı indeksimizi siyahıdan uzaqlaşdıranda olacaq 5, 6 və 5. Bunu bildik. Sonra deyilir ki, insert len x çıxılsın 1. Len x çıxılsın 1, 3-dən 1 çıxanda olacaq 2. Deyir, ikinci indeksə 1 əlavə elə. Yəni insert. Onda x bərabər olacaq 5, 6. Ondan sonra 1, daha sonra 5 olacaq. Çünki ikinci indeks öz yerini verəcək buna. Və S bərabər olacaq. Bax, bura çox önəmli bir mərhələdir. Bax, burada çox-çox diqqətli olmaq lazımdır. Bax, bu siyahının üzərində gedir. Buradan birinci, bax, bunun içini tapırsınız. Bax, birinci bunun içini tapırsınız. Len x çıxılsın 1. 4-dən çıxıram 1-i, olur 3. 3-dən də çıxıram 0-ı, yenə də olur 3. Burada sanki deyir ki, x 3-cü indeksimiz. 0, 1, 2, bu 3 olur. Bu 5 olur. Yəni, bax, bu onda belə olur. X indeks, bax, burada olacaq 5. Yəni, deyir ki, burada deyilir ki, ilk qarşısına çıxan 5-in indeksi, o da olur 0. Ona görə də S-in əvvəlki qiymətini 0, üstəgəl 0 və alırıq 0. Yəni, bax, ən böyük problem buranı yanlış yazmaqdadır. Buranı yanlış yazmaqdadır. İndi davam edək ikinci ilə. İkincidə yenə də bu prosesdə təkrar bir də davam elətdiririk. X birinci indeksimiz. I bərabərdir 1-ə. Yenə də sıfırıncı indeksi siyahıdan silirik. Onda olacaq deməli 6, 1 və 5 oldu. Bax, 6, 1 və 5 oldu. Sıfırıncı indeksi sildik. Sonra yenə də deyilir ki, x bərabərdir. Len x çıxılsın 1. Yəni, 3 dənədir. 3-dən 1 çıxırıq 2. Yəni, deyir ki, ikinci indeksə yenə də 1 əlavə elə. Siyahı oldu belə. S-in köhnə qiyməti 0. Yenə bax, gəldim burada. Len x çıxılsın 1. 4-dür. 4-dən 1 çıxıram 3. 3-dən 1 çıxıram. Bu dəfə olur burada x ikinci indeksimiz. 0, 1, 2. İkinci indeksimiz 1'dir. Onda misal belə olur. İndeks, burada da yazırıq 1'i. Yəni, bu o deməkdir ki, ilk qarşısına çıxan 1'in indeksi 0, 1. O da olur 1. S-ə alırıq 1'i. Təzdən yenə də növbəti qiymət üzərində davam edirik. Bu dəfə i-nin qiyməti olacaq deməli 2. Onda yenə də sıfırıncı indeksi siyahıdan uzaqlaşdırırıq. 1, 1, alırıq 5'i. Növbəti addımda len x çıxılsın 1, 1. Yəni, 3-dən 1 çıxırıq. İkinci indeksə 1 əlavə et deməkdir. Olacaq, baxın, bu vəziyyətdə. S bərabər olacaq. S-in köhnə qiyməti 1. İndi yenə də burada len x 4'dür. 4'dən 1 çıxıram 3. 3-dən də 2 çıxanda olacaq 1. Burada biz aldıq ki, x birinci indeksimiz. x0 birinci indeksimiz 1'ə bərabərdir. Ondan sonra x indeks 1 adlı elementin indeksini istəyir. O da olacaq 0. Cavabımız oldu 1. Yenidən sonuncu şərti icra eləməyə çalışaq. Sonuncu şərtimizdə buradan bizdən nə istəyir? X bərabər olacaq. Bizə deyilir ki, sıfırıncı indeksi siyahıdan sil. Olacaq 1, 1 və 5 olacaq. Təzdən deyilir ki, bax, 3 çıxılsın 1. Yəni, ikinci indeksə 1 əlavə elə. 1, 1, 1 və 5 olacaq. S bərabər olacaq. S-in köhnə qiyməti 1, üstə gəlinsin. Yenə də len x 4'dür. 4'dən 1 çıxanda 3 olacaq. 3-dən də i-nin qiyməti 3'ə çıxıram 0. Burada sıfırıncı indeksimiz, yəni x olacaq deməli, baxın, sıfırıncı indeksimiz. O da 1'ə bərabərdir. Sonra da bizə deyilir ki, x indeks 1. O da olacaq 0. Bura aldıq 1. Yəni, s-in qiymətinə 1 aldıq sonda. İndi burada bizə gəlir ki, yəni bu artıq dövr bitdi. Deyilir ki, x, len x çıxılsın 1. Deməli, siyahıdan sonuncu indeksi çıxacaq. Olacaq deməli 1, 1 və 1. Bizə deyilir ki, print s, s-in qiyməti 1'dir. Çıxılsın sum x olacaq 3. Bu da bizə qaytarır -2. Deməli, cavab variantımız olacaq B variantı. Bəli, bu biraz digərlərindən fərqli və uzun idi. Nəhayət sonuncu sualımıza gəldik.
Saytda qeydiyyatdan keçmək üçün hər bir istifadəçiyə 16 simvoldan ibarət parol verilir. Deməli, hazırladığı simvolla, yəni parolu hazırladığında ümumi simvol sayı 16 dənədir. Deyir ki, bu simvollar kimi onluq rəqəmlərin sayı 10 dənədir. İxtiyari X əlifbasının 10 dənəsi, 30 dənə simvolu deyəndə, deməli əlifbada 40 dənə simvol olur. 40-ı kodlaşdırmaq üçün müraciət edirik 64 simvollu əlifba. 64 simvollu əlifbada bir simvolumuz yaddaşda 6 bit yer tutur. Deməli 16 dənə simvolu 6 bitə vururuq və bizdən 30 dənə belə bir simvolun yaddaşda neçə bayt yer tutmasını istəyir. Bu da olacaq deməli 360 bayt. Deməli doğru cavabımız olacaq 360 bayt və Y variantı doğrudur. Əminəm ki, izahlar sizin üçün aydın oldu, anlaşıqlı oldu. Nəyəsə başa düşməsəniz, yəni bizdən şəxsidən də soruşa bilərsiniz. Məqsədimiz yəni sizlərə kömək eləməkdir. İnanıram ki, yəni aydındır, anlaşılandır. Çox təşəkkür edirəm, yəni bura qədər izlədiyinizə görə, bura qədər səbr eləyib baxdığınıza görə təşəkkür edirəm. Çox sağ olun, minnətdaram hər birinizə. Bütün imtahan proseslərinin hər birinizə uğurlar arzulayıram. Sağ olun, sağlıqla qalın.